Başlayaq. Salam şagirdlər, xoş gördük sizləri. Bugün sizlərə ədəbiyyatdan İlyas Əfəndiyevin Xuştuban Natəvan əsərini izah eləyəcəm. Başlayaq dərsimizə. Deməli, Xuştuban Natəvan əsəri İlyas Əfəndiyevin tarixi şəkildə yazılır, yəni tarixi dramlarından biridir. Tarixi dramdır, dramatik növdədir və 1980-ci ildə qələmə alınmışdır. Deməli, neçənci ildə? 1980-ci ildə qələmə alınan tarixi dramdır Xuştuban Natəvan və mövzusu 19-cu əsrdə yaşayıb yaradan gözəl şairəmiz Xuştuban Natəvanın həyatına həsr olunubdur. Eyni zamanda onun xeyirxah bir insan olması, xalq arasında xan qızı kimi tanınması kimi məsələlərə toxunulur və piyes bu tarixi dram iki hissədən ibarətdir. Bunun deməli birinci hissə, ikinci hissə, bir də eyni zamanda iki hissə ilə yanaşı 15 şəkildən, yəni iki hissədən 15 şəkildən ibarətdir. Təsvir olunan hadisələr əvvəl Tiflisdə, deməli birinci hadisələr Tiflisdə baş verir. Tiflisdə. Daha sonra hadisələr baş verir Qarabağda, daha sonra baş verir Şuşada. Deməli, harada oldu? Tiflisdə, Qarabağda, üçüncü isə hadisələr Şuşada baş verir. Əsərin dramatik konflikti Xuştuban Natəvanın çar hakim dairələrində xalqı düşünməyən yerli ağalara qarşı apardığı mübarizə əsasında qurulmuşdur. Deməli, əsərin konflikti dedik, Xuştuban Natəvanın çar hakim dairələrində xalqı düşünməyən yerli ağalara qarşı apardığı mübarizə əsasında qurulmuşdur və pyesdə Azərbaycanın birliyi, bütövlüyü məsələsi problem kimi diqqət mərkəzində görünür. Beləliklə, eyni zamanda müəllif pyesdə istər Rus çarizminin, istərsə də İran-Fars şovinizminin Azərbaycanla bağlı məkirli, ikiyüzlü siyasətini çox məharətlə göstərə bilmişdir. Belə ki, dramaturgiyamızda ilk dəfə olaraq tarixi dram janrının əsas baş qəhrəmanı qadın obrazdır, Xuştuban Natəvan və Natəvan əsər boyu oxucuya necə təqdim edilir bu əsərdə? Birincisi, sənətə və sənətkara dəyər verən bir şəxsiyyət kimi göstərilir. İncə ruhlu şairə kimi göstərilir. Alovlu vətənpərvər kimi göstərilir. Milli birlik ideyasının daşıyıcısı kimi göstərilir, xalqına qırılmaz tellərlə bağlı olduğu göstərilir və xalqın dərdlərini öz dərdi bilir və onları həll etməyə çalışan ictimai xadim olaraq göstərilir bu əsərdə Natəvan. Bir də eyni zamanda incə məhəbbətlə sevən, həssas ruhlu şairə idi dedik və xalqının mənafiyi naminə çar məmurları və İran şahzadəsi ilə dırnaqarası döyüşən mübariz bir millət fədaisi kimi görsənir əsərdə. Millətin gələcəyi naminə istedadlı balalarını oxudur onun, şairlərə, ədiblərə, incəsənət adamlarına qayğı göstərir, qeyrətli ziyalıdır, maarifçi qadındır. Sonra Qarabağda təşkil edilmiş deməli məclis üzvü, yəni Şairlər Məclisinin rəhbəridir və pyes ilk dəfə 1980-də yazılıb da, amma ilk dəfə 1985-ci ildə tamaşaya qoyulubdur. Bir də eyni zamanda Azərbaycan jurnalında ilk dəfə 1985-ci ildə Azərbaycan jurnalında çap olunmuşdur. Keçək İsmail İsmail deyirəm, keçək Xuştuban Natəvan əsərinin deməli izahına. Demək ki, dostlar, başlayaq. İndi əsərin geniş izahı, hadisələrin gedişatı haqqında ilk öncə remark hissəsinə nəzər salırıq. Dostlar, burada iştirak eləyir təbii ki, Xuştuban Natəvan. Canişin iştirak eləyir. Bu dövrdə bilirsiniz, Azərbaycan Rus çarizminin işğalçılıq siyasəti nəticəsində deməli, Rusların tərkibində idi. Buna görə də Qafqazın baş hakimi Canişin deməli sayılırdı burada. Knyaz Xasayev onun qohumuydu, hansı ki daha sonra Natəvanın əri olacaqdı. Seyid Hüseyin eyni zamanda İrandan qaçıb Natəvana, Şuşaya sığınanlardan idi və deyir, Seyid Hüseyin Natəvanın ikinci əri olacağını görəcəksiniz. Eyni zamanda şairdir, məktəbdə müəllimlik eləyir. Hidayət xan obrazı var. Hidayət xan Natəvanın əmsi oğludur. Mirzə Ruhullah Natəvanın kiçik yaşlarından müəllimi olubdur. O onu yəni tarixi, Qarabağı sevdirən elə Mirzə Ruhullah olub. Daha sonra orada Nəvvab, Mamayı, Terbaxan kimi deməli əsasən Nəvvabdır, Mamayıdır, Zahir bəydir kimi
Məclis-i Ülsün şairləri var idi. Qoca Knyaz obrazı var orada. Daha sonra Daşdamir obrazını görəcəksiniz. Natəvanın köməkçisi. Bəyim də onun köməkçilərindən idi. Kör kamançaçı görəcəksiniz, təxminə görəcəksiniz. Daha sonra təxminə orada deməli şahzadəni, İran şahzadəsini öldürür. Şahmar, Möhnət kimi obrazlar var. Eyni zamanda Fərəc bəy qala rəisi var. Fərəc bəy var, qala rəisi var, Mixaylo obrazı var, Şəhzadə, Məliküddövlə, bir də Muradalı obrazlarını görəcəksiniz. Başlayaq birinci pərdəyə. Deməli dostlar, birinci pərdə necə başlayır? Birinci pərdə Qafqaz canişininin malikanəsinin təsviri. Pərdə açılanda geniş otaqda Xurşidbanu və Mirzə Ruhullah görünür. Eyni zamanda sükut içərisində dayanıb zala baxırlar. Kim? Mirzə Ruhullah, müəllimi və Xurşidbanu Natəvan. Knyaz Xasay da iti addımlarla gəlib Xurşidbanunun qarşısında burada dayanır. Və Knyaz Xasay buyurur. Canişin qanadları indi buyurur, sizi dinləyəcəklər. Banu bəyim, deyir. Və burada Xurşidbanu deyir ki, təşəkkür edirəm Knyaz. Knyaz Xasay isə mən sizin haqqınızda lap əfsanəyə bənzər sözlər eşitmişəm deyir. Bu zaman Xurşidbanu burada yəni belə məğrurluqla sən mənim haqqımda zəhərli sözlər də eşidə bilərsən, Knyaz deyir. Məsələn, demək idi, o dövrdə Xurşidbanu çox yaxşı bilirdi ki, onu sevənlərlə yanaşı, onu sevməyən düşmənləri də var idi. Sırf xalqı üçün çalışan bir qadın idi o. Və təbii ki, sevməyənlər də var idi deyə Knyaz da deyir ki, sən mənim haqqımda zəhərli sözlər də eşidə bilərsən. Knyaz da deyir ki, ola bilməz, bütün Azərbaycan sizinlə fəxr etməlidir. Xurşidbanu necə cavab verir? Bu sözləri səndən eşitmək mənim çox xoşdur, Knyaz. Qarabağa qonaq gəlsən, bizi şad etmiş olarsan. Deməli, burada Natəvan Knyazı Qarabağa qonaq olaraq dəvət edir. Daha sonra Knyaz da bu dəvəti qəbul edir, məmnuniyyətlə gələcəyini söyləyir. Bunu da göründüyü kimi, orada deyir ki, böyük məmnuniyyətlə gələrəm Banu bəyim. Daha sonra orta yaşlı, yaraşıqlı bir adam olan Canişin otağa daxil olur və burada deməli, Canişinin nitqindən nələr görəcəyik? Natəvanın baba və ata adını eşidirik burada. İbrahim və Mehdiqulu xanın adını eşidirik. Eyni zamanda burada aydın olacaq ki, Canişin Axundovla yaxın münasibətdədir Mirzə Fətəli Axundzadə ilə və Axundovla Natəvan haqqında danışmışlar. İndi burada da diqqət edin, deyir ki, Canişin, xoş gəlmişsiniz, madmazel. Sizi gördüyümə çox şadam. Rica edirəm, əyləşin. Xurşidbanu və Canişin burada əyləşirlər. Sizin nəslinizə dərin hörmətim olduğuna əmin ola bilərsiniz. Madmazel, qaladakı çinovniklərimizdən razısınız. Bilirsiniz ki, bu dövrdə deməli Şuşa deməli Rusların hakimiyyəti altında olduğuna görə deməli çinovniklər ümumiyyətlə o dövrdə deyirik ki, deməli Ruslar tam olaraq deyir, Rus ordusu deyir, işğal etdiyi ərazilərdə hakimiyyətə dəymirdilər, amma dəyməsələr də nəzarət üçün öz adamlarını yerləşdirirdilər. Bu qaladakı çinovniklərimiz deyərkən də Canişin bunu nəzərdə tutur. Ona görə deyir ki, razısınızmı? Bu zaman Xurşidbanu nə deyir? Xurşidbanu da cavab verir ki, onlarla elə yaxın münasibətim olmasa da, düz deyirəm, mənim onlarla elə də yaxın münasibətim yoxdur. Amma güman edirəm ki, mənə hörmət etməyə bilməzlər. Knyaz Həzrətləri. Yəni, burada da öz məğrurluğunu dilə gətirir. Onlar mənə hörmət etməyə bilməzlər, deyir. Canişin də bu ötkəmdir, Banunun bu ötkəm cavabından sonra özünü heç o yerə qoymur, təəccüb edir təbii ki bu cavaba və burada belə cavab verir. Deyir ki, əlbəttə, İbrahim xanın nəvəsinə, General Mehdiqulu xanın qızına hörmət hər kəsin borcudur, deyir. Və burada biz onun babasının və atasının adlarını eşidirik. Eşitdiyimə görə siz həm də gözəl şairəsiniz. Sizin haqqınızda kapitan Mirzə Fətəli Axundov mənə danışmışdır. Ümumiyyətlə dostlar, bilirik ki, biz Mirzə Fətəli Axundzadənin həyatından öyrəndiyimiz kimi Mirzə Fətəli Axundzadə əmisi aparır onu, Qafqazın baş hakimi, Axund Hacı deməli, Qafqazın baş hakimi Baron Rozenin bir dəftərxanasına mütərcim şagirdi qoyur onu. Daha sonra burada özü mütərcim vəzifəsində çalışır. Canişin də elə burada ondan tanış olub Axundovdan. Axundov deyir, siz şairə olmağınız haqqında, sizin haqqınızda mənə danışmışdır, deyir. Daha sonra burada Canişin Azərbaycanlılara heyran olduğunu vurğulayır. Bir də burada
Elə bil ki, deyir, Allah özü də onların qəhrəmanlığını gözəl Qarabağ atları ilə mükafatlandırıb deyir. Bir də Canişin burada Qarabağ atlarını vurğulayır deyir və ancaq təəssüf ki, belə cəsur xalqın yarısı sizdən ayrı düşüb. Bu dövrdə Cənubi Azərbaycanla Şimali Azərbaycan ayrı idi. Biz bu məsələləri Azad hekayəsindən də bilirik. Eyni zamanda deməli Gələcək Gün romanından da bilirik deməli Mirzə İbrahimovun. Daha sonra Xuştbanu deyir ki, orada işlərdə ki, deyir, amma deyir, bu cəsur xalqın yarısı sizdən ayrı düşüb. Deyir, bu bizim faciəmizdir, Knyaz Həzrətləridir. İki böyük dövlətin qədim bir tarixi olan Azərbaycan xalqının iki böyük dövlət deyərkən də orada hansı dövlətlər nəzərdə tutur? Rusiya və İran nəzərdə tutur. İki böyük dövlət bizim Azərbaycan xalqını iki yerə parçalayır. Qardaşı qardaşdan ayırmaları deyir, ədalətli iş deyildir. Bu zaman Canişin də Rusların tərəfində olduğu üçün burada necə cavab verirdi ki, tarixin hadisələri bəzən elə cəryan edir ki, ağıllı hökmdarlar belə amansız hərəkətlərə məcbur olurlar deyir. Və bu zaman deyir ki, mən çalışaram, atanızdan qalan mülkün bir hissəsi sizə qaytarılsın. Nə deyir? Bir hissəsi qaytarılsın. Amma orada Xuştbanu necə cavab verir? Knyaz Həzrətləri deyir, mən bütün mülklərin qaytarılmasını tələb edirəm. Mən varisi iqtayam, yəni mən tək varisəm demək istəyir. Və Canişin, yəni buna mənim ixtiyarım çatır demək istəyir. Canişin də burada zarafatyana şəkildə siz tək qızsınız deyir, o qədər mülk nəyinizə lazımdır sizin? Xuştbanu da burada həyəcanlı şəkildə mən tək deyiləm. Knyaz Həzrətləridir. Mənim yaşadığım Şuşa şəhərinin əhalisi hələ də şuursuz içir. Kəndlilərimizin uşaqları məktəbsiz, elmsiz, kitabsız böyüyürlər. Mən onlara heç bir kömək edə bilmirəm deyir. Canişin də, yaxşı madmazel, mən sizin xahişinizi olduğu kimi Əlahəzrət İmperatora çatdıraram. Ümid edirəm ki, İmperator Həzrətləri İbrahim xanın nəvəsindən öz iltifatını əsirgəməz deyir. Daha sonra Xuştbanu təşəkkür edir və ayağa qalxır. Canişin qalxır və burada arzu edirəm ki, deyim, Knyaginyanın təşkil etdiyi bu gecəki balda, sən deməm burada bal keçiriləcəkdir bu gecə. Deməli, siz də bir vaxtınızı xoş keçirəsiniz. Zənn edirəm, Knyaz Xasay sizi bala müşayiət şərəfini qəbul eləyər. Bu zaman Knyaz Xasay təbii ki, məmnuniyyətini bildirir, Xuştbanu isə etiraz edir. Diqqətinizə qarşı deyil, minnətdaram Knyaz Həzrətləri. İcazənizlə biz bugün Şuşa qalasına yola düşməliyik, yəni öz yerimə qayıtmalıyam. Bu zaman Canişin nə deyir? Nə deyə bilərəm deyir. Sizə yaxşı yol. Xuştbanu Knyaz Xasaya baş əyir, Mirzə Ruhullahın müşayiəti ilə bu taxtdan çıxır. Bu zaman Canişin Xuştbanunun ardınca baxaraq Knyaz Xasaya zarafatyana şəkildə ağıllı qızdır. Knyaz, siz nə vaxtacan subay gəzəcəksiniz deyə söylüyor. Bu zaman Knyaz Xasay deməli Canişinin bir eyhamını başa düşür və burada zarafatyana deyir, görünür, Tale özü qəsdən mənidir indiyə qədər dayandırılmış Knyaz Həzrətləridir. Əslində başa düşür, o nə demək istəyir? Bu zaman Canişin gülümsüyür və deyir, eləmi? Xuştbanu deyir, Xuştbanu həqiqətən də deyir, şahanə xanımdır zarafatyana. Madəm ki, Tale sizi indiyənə qədər subay gəzməyə məcbur edib, demək, indi öz bəxtinizi sınaya bilərsiniz, deyir. Əgər deyir, Xuştbanu ilə evlənsəydiniz, baxın, burada Knyaz, Canişinin siyasi məqsədləri də olur. Deyir, əgər deyir, evlənsəydiniz, mən sizi ürəkdən təbrik edərdim. Baxın, indi siyasi məqsədlərini deyəcək. Zənn edirəm ki, bu izdivac Əlahəzrət İmperatorun özünə də xoş gələr. Siz ona sadiq, onun taxt tacına yaxın müsəlman bir kübar knyazsınız deyir. Yəni, imperatora sadiq müsəlman bir knyazsan deyir. İbrahim xanın nəvəsi ilə sizin izdivacınız Azərbaycan xalqına da deyir, psixoloji cəhətdən müsbət təsir edər və imperator hakimiyyətinə qarşı deməli Azərbaycanın hüsn rəğbətini artırar deyir və necə deyərlər, siz bizi onlarla, Azərbaycanlılarla deyir, qohum edərsiniz. Knyaz Xasay burada deyir ki, İmperator Həzrətlərini məmnun etmək
mənim üçün bir şərəfdir deyir burada. Əslində burada sizdə verməyib, əsərin əsli etibarilə burada onun siyasi məqsədlərini eşidən bir Knyaz Xasay deyir ki, doğru deyirsiniz, amma mən siyasətə görə evlənməyi doğru saymıram deyir. Əslində deyir, o Natəvandan xoşlanır, lakin izdivac üçün bir tərəfli bəyənməni də doğru sayan bir adam deyildi. Əslində bu hissələri var, amma burada kəsilibdir. Daha sonra ikinci şəkil gəlir. İkinci şəkildə artıq Şuşa qalası görünür. Xuştvanın malikanəsi, Knyaz Xasay ilə Xuştvanı eyvana çıxırlar. Və Xuştvanı və bu yerdə artıq hansı hadisələr baş verib, o yerlərini deyim mən sizə qısa olaraq, sonra bura geri dönək. Və burada əslində bayaq dedim ki, o canişinə etiraz edir ki, yəni mən bu məqsədlər üçün evlənməyi doğru saymıram, bir tərəfli razılaşmanı da doğru saymıram deyir və Knyaz cəsarətsiz olduğunu bildirir. Canişin isə onu kübar salonlarının pələngi adlandırır burada və bu izdivacın imperatoru xoş gedəcəyini bir daha xatırladır. Və Xasayın cəsarətsizliyinə səbəb də əslində belə bir şey idi. Qarabağlıların Şiə, Xasayın isə Sünni olması idi. Və o Qarabağ hakiminin bu izdivaca razı olmayacağını düşünürdü. Lakin Canişin Natəvan kimi birinin xurafata boyun əyməyəcəyini söylüyor və bunlarla cəsarətlənir Knyaz. Ona görə də onu məmnun etməkdən şərəf duyaram deyir. Görürsünüz, sizdə sadəcə bu hissəsi verilib. Və ikinci şəkildə artıq Şuşa qalasından vaqe olur hadisələr. İndi bu hissələri sizdə yoxdur, mən qısa deyəcəm, başa düşəsiniz deyə əsəri. Və burada Zahir bəylə Nəvvab, yəni bu Məclis-i Ünsün şairləri idi, diyalogları gedir. Nəvvab Zahirə deyir ki, qubernatorun istəkli dostu deyərək sataşır. Əslində Zahir bəy xəyanətkar obrazdır, görəcəksiniz sonra. Və Məclis-i Üst təşkil olunmalı idi deyir. Əslində deyir, bu anda Məclis-i Üst təşkil olunmalı idi, lakin təşkil olunmur. Zahir bəyin verdiyi xəbərə görə Natəvanın Tiflisdən qonağı gəlibdir. Bu zamanda Natəvanın da Tiflisdən gələn qonağı Knyaz Xasay imiş. Və Zahir bəylə Nəvvabın diyaloqundan məlum olur ki, Natəvan Knyaz Xasay ilə izdivac edəcəkdir və izdivac etmək istəyir və Zahir bəy bunu bir mənalı qarşılamır. Deyir ki, biabırçılıq hətta hesab edir bunu Zahir bəy və Qarabağ xanının nəvəsini Dağıstanlı Ləzgiyə layiq görmür, yəni Knyaz Xasaya layiq görmür və Dağıstanlıların, lakin burada Nəvvab etiraz edir. Deyir ki, Dağıstanlılar igid adamlardır deyir və bu artıq indi bu hissəsi sizdə verilibdir ki, bu yerdə Xuştvanı ilə Knyaz Xasay eyvandadılar. Xuştvanı deyir ki, mən vətənimin keçirdiyi ağır günlər haqqında düşünərkən həmişə özümdə bir gücsüzlük hiss edib, bir olan Allahdan azadlıq olmuşam deyir. Elə bil ki, o da mənim bu faciəli xalqıma cəsarətlə xidmət eləməyim üçün səni göndərib. Bunu Knyaz Xasaya deyir. Və deyir, sən deyir, güclüsən və deyir, sən güclüsən, Qafqaz canişinliyində deyir, dostusan. Səni əlahəzrət imperatorun özü də deyir, sevir. Bunu Knyaz Xasaya deyir. Xuştvanı. Sənin məhəbbətin mənim köməyim və dayağım olacaq. Görsən burada nə deyir? Sən güclüsən, Qafqaz canişininin dostusan. Plus da deyir, səni əlahəzrət imperatorun özü sevir. Ona görə də sənin məhəbbətin mənim gücüm olacaq. Əslində Natəvan da burada siyasi məqsədləri var idi. Və burada Knyaz Xasay burada cavab verir ki, siz danışdıqca sanki mən bir o yalçın qayalar üstündə dayanıb uzaqlara baxan qara yapıncılı Dağıstan igidlərini görürəm. Yəni sənin bu həyəcanın, sənin bu xalqın üçün, xalqının bir əzab əziyyətli olması, sənin onlar üçün bu narahatlığın deyir, mənə deyir, Dağıstan igidlərini deyir, xatırladır deyir. Düşünürəm ki, deyir, bizim xalqların taleyi nə qədər bir-birinə bənzəyir deyir. Burada Knyaz Xasay deyir. Xuştvanla deyir ki, ah Knyaz, mənim əzablar, istirablar çəkmiş qəlbimin sənin sevginə, səmiyyətlə o qədər ehtiyacı var ki, deyir. Bu zaman qapı döyülür. Natəvan Knyazdan aralanır, gəl deyir. Daşdəmir gəlir, köməkçisi. Banu bəyəm, bir oğlan təkidlə sizi görmək istəyir. Bu oğlanda gələn Seyid Hüseyin olur. Knyaz Xasay deyir ki, mən geydim öz otağıma. Knyaz keçir o bir otağa. Cavan bir oğlan, Seyid Hüseyin, oğlan olan deyir Seyid Hüseyin, daxil olub təzim eləyir. Xuştvanı deyir ki, kimsiniz ay oğlan? Nə istəyirsiniz? Seyid Hüseyin. Cənubi Azərbaycandanam deyir, xan həzrətləri, İran ərbabının əlindən qaçıb sizə pənah gətirmişəm. Demək ki, Seyid Hüseyin niyə gəlmişdi bura? İran ərbabının əlindən qaçıb
Xuştvanlıya deyir pənah gətirmişdi. Xuştvan deyir ki, İranda sizə nə edirlər ki? Seyid Hüseyin, bizə zülm edirlər, xan həzrətləri, bizi çarmıxa çəkirlər. Xuştvanı, bu mənə məlumdur. Ancaq siz açıq da gələ bilərdiniz. Niyə qaçıb gəlmisiniz deyir. Seyid Hüseyin dedi ki, sizdən gizlini yoxdur, xan həzrətləri. Biz bir dəstə cavan qərarı almışdıq ki, şahın zülmündən vətənimizin xilası uğrunda fədai olaq. Ancaq bir kətxuda bizim fəaliyyətimizi bilib ərbaba xəbər yetirdi. Həm də deyir, bu kətxuda bizim həmyerlimiz idi deyir. Deməli, burada Seyid Hüseyin nə deyir? İran ərbabının əlindən bura pənah gətiribdir və bunların dialoqundan biz anlayırıq ki, İranda Azərbaycanlılara edilən zülmlərdən xəbər tutur, xəbəri var bu Natəvanın. Seyid Hüseyin deyir ki, bizi çarmıxa çəkirlər. İranlar bura gizli gəlməyin səbəbini belə izah edir ki, biz fədailik edib kənd və kənd özümüzə tərəfdaş axtardıq. Hansısa satqın Azərbaycanlı kətxuda ərbaba çatdırıb deyir bunu. Mən də deyir, Natəvan deyir, sizə pənah gətirmişəm. Çar məmurları və onun İrandan qaçdığı, çar məmurları əgər deyir, bizim İrandan qaçdığımızı bilsələr, qalada yaşamağa icazə verməyəcəklər. Ona görə də Seyid Hüseyin burada Natəvandan sığınacaq istəyir. Natəvana pənah gətirməsi məsləhətini isə xala nəvəsi Natəvanın Mehtəri Muradalı veribdir. Muradalı Natəvanın Mehtəri idi. Həm də Seyid Hüseyinin xala nəvəsi idi. O deyir ki, gəl Natəvana pənah gətir. Anladıq mı? Və burada Natəvan başlayır ki, isminiz nədir? Seyid Hüseyin xan həzrətləri. Xuştvan deyir, burada nə iş görə bilərsiniz? O da deyir ki, siz hər nə əmr etsəniz, mən görərəm deyir. Siz deyirlər ki, siz məktəb açdırırsınız. Mən deyir, orada müəllimlik də edə bilərəm deyir. Bu zaman Xuştvanı zəngin səsləndirir, Daşdəmir daxil olur. Xuştvan Daşdəmirə deyir, Mirzə Ruhullahı buraya dəvət elə. Mirzə Ruhullah kim idi? Xuştvanın müəllimi idi. Daşdəmir baş üstə deyib çıxır. Xurşidbanu daxil olan Mirzə Ruhullaha, Mirzə, xahiş edirəm, mənim adımdan qala rəisindən rica eləyəsiniz ki, bu oğlanın Şuşa şəhərində sakin olmasına icazə versin. Sonra mənim mülkümdən bu oğlan üçün bir otaq ayırıb içinin xalı gəmi ilə döşəsinlər deyir. Cənab Seyid Hüseyin, şəhərdə açdığımız məktəbdə də sizi müəllim təyin edərəm deyir. Hansı fənləri deyir, dərs deməyinizi isə burada əslində deyir ki, siz artıq deyir, özünüz görüşərsiniz deyir məktəb rəhbərliyi ilə. Deməli, burada nə oldu? Xurşidvanı deyir, Daşdəmirdən xahiş elədi ki, onun üçün otaq ayırsınlar. Otağı deyir, əşyalarla döşətdirdi. Sonra deyir, onu məktəbdə işə düzəlməyə kömək edəcəyini bildirdi. Seyid Hüseyin isə nə dedi? Mən deyir, sizin etibarınızı doğrultacağam deyir Banu bəy. Davam eləyək. Aha. Və burada təzim eləyib Mirzə Ruhullah ilə çıxır. Xuştvan deyirlər, səsləndirir, bəyim daxil olur. Xuştvan bəyimə deyir ki, köməkçisinə, Şuşaya çəkdirdiyimiz bulağın mühəndisi Əbdülrəhim Talıbzadəni nahardan sonra mənim yanıma çağırsınlar. Demək ki, Natəvan Şuşaya ax da çəkdirdi. Deməli, Talıbzadəni yanına çağırtırır. Daha sonra Xuştvanı Knyazın olduğu otağa keçir. Bəyim isə yazı stolunun üstündə şairənin qərənfil şeirini götürüb oxuyur. Səni kimdi sevən, ica, qərənfil, həmin o şeirini oxuyur. Sonra işıq sönür, üçüncü şəkil başlayır. Üçüncü şəkil Muradanlının evinin qabağındakı kiçik bağçada baş verir. Bağçanın yanından yol keçir. Seyid Hüseyin və Muradalı buradadırlar. Muradalı deyir ki, yenə şükür ki, deyir, qaçıb canlı qurtarmışsan xalıoğlu. Deyirəm ki, məsələn, bu Şimali Azərbaycan olmasaydı, biz cənublular, İran şahının zülmündən hara qaçardıq? Seyid Hüseyin, sən mənim kimilərinin qaçıb canlarını qurtarmaqları ilə yaralar, sənin və mənim kimilərin qaçıb canımızı qurtarmaqla bir yara sağalarmı? Axı milyonlarla körpəli qocalı ailə hara qaçsın deyir. Neçə min il olan, tarixi olan igid bir xalqı iki yerə parçalayıb gücdən saldılar deyir Muradalı. 10 ildir ki, burada Muradalının sözlərindən məlum olur ki, o 10 ildir ki, o tayda qalan anasının və bacısının üzünə həsrətdir. Demək ki, əslində necə olubdur? Əslində orada deməli, Şimali Azərbaycan dil olmasaydı biz cənublar İran şahına hara qaçardıq fikrini Muradalı dedik söylüyor. Və burada deyir, biz Muradalının dilindən öyrənirik ki, dedik ki, deməli,
Aha, anası ve bacısı o tayda qalıb, atası deyir bizim obaya, atam deyir bizim obaya divan tutan o ərbabı öldürüb, məni də götürüb bu taya qaçanda 12 yaşım var idi və həmin dövrdə deməli anası və bacısının üzünə həsrətdir. Aha, davam edirik. Deməli, keçirik dördüncü şəklimizə. Deməli, dördüncü şəkildən öncə, demək ki, Muradalı haqqında bildik ki, o tayda qalmış anası, bacısı o tayda qalıbdı. Atam deyir, bizim obaya divan tutan o arbabı öldürdü. Mən də götürüb bu taya qaçanda 12 yaşım var idi. Deyirlər, bizdən sonra deyir, ərbabın adamları ev eşiyinizi, bağınızı viran eləyiblər. Yazıq anam da bacımı götürüb Təbrizə qaçıb. Orada başlarına nə gəldiyindən indi də xəbərim yoxdur. Bilirəm ki, sənin də xəbərin olmaz deyir. Sənin də bir tikə vaxtın olanda, yəni balaca vaxtından atan götürüb Tehrana fəhləliyə deyir getmişdi. Və Seyid Hüseyn də davam edir burada danışır. Deyir ki, bəli deyir, danışır deyir ki, Tehranda yazıq atam deyir, gündə 14 saat xalı kərxanasında deyir, fəhləlik edib mən oxudurdu. Sonra deyir, o cəhənnəm əzabına dözmədi, atası vəfat eləyir. Demək ki, xalı kərxanası bizim Qızıl Gölçələr əsərimizdə də var idi. Süreyya orada çalışırdı. Burada da bu, məsələn, iki əsərin müqayisəsində xalı kərxanasından bəhs edən epizod var deyərsə, biz bu həm Xoşdibani Natəvanı, həm Qızıl Gölçələri seçə bilərik. Demək ki, orada da deyir ki, Seyid Hüseyin atası xalq kərxanasında işləyir. Daha sonra deyir, dözmür, ölür. Sonra dördüncü şəklimizə keçirik. Dördüncü şəkildə deyir, Xoşdibanın malikanəsini göstərir. Və burada Xoşdibanın yazı stolunun qabağında dəftərçədən öz şeirini oxuyur. Daşdəmir gəlir. Cənab şairlər, sizin hüzurunuzda müntəzirdirlər. Bəli, sizin hüzurunuzda şairlər gəliblər. Yəni, bu məclis üzrə şairlər. Xurşidbanu Daşdəmirə deyir ki, de buyursunlar. O zaman Daşdəmir çıxır, Nəvvab, Mamayı, Zahir bəy, Tervaxan, Seyid Hüseyin və Mirzə Ruhullah daxil olurlar. İşıq sönüb eyni anda da yanır və bu zaman şair Mamayının öz şeirini oxuduğunu görürük. Və burada şair Mamayı öz şeirini oxuyur və şeirində bu şəkildədir. Şeirində birində vətənimdə vətənim yox misrası gedir. Və bu yerdə Seyid Hüseyin deyir ki, Banu müəllim, icazəniz nədir? Mən möhtərəm şairə bir sual vermək istəyirəm. Deməli, yazdığı şeirin bir misrasında vətənimdə vətənim yox deyir ki, eləm ki, İran Azərbaycanlılarının zülm altında olmalarını falan inilti ilə ifadə edir orada. Burada da deyir, Seyid Hüseyin icazə alıb ona sual vermək istəyir. Xurşidbani ki, əlbəttə ağalar, Seyid Hüseyin cənabları sənət və ədəbiyyat aləmindən baxəbər, yəni xəbərdardır, açıq fikirli bir ziyalıdır. Mən istəyirəm ki, bizim ədəbi məclislərimizdə o da iştirak etsin. Seyid Hüseyin sualını belə verir. Cənab Mamay, siz şeirinizlə nə demək istəmisiniz? Mamay deyir ki, məyər aydın deyil, mən millətimizin dərdini tərənnüm edirəm. Dərdini tərənnüm edirəm. Arazın bir o tayında İran şahlarının bizim qardaşlarımıza nə divan tutduqları gərək sizə də yaxşı məlumdur, cənab Seyid Hüseyin. Və Seyid Hüseyin belə deyir, məlumdur deyir, yaxşı məlumdur. Fəqət millətə vuruş lazımdır, ağalar inilti lazım deyil demək istəyir. Bu zaman Zahir bəy, bizim əfkar-ı amalımız məhəbbət və şəfqət olmalıdır. Binaenaleyh, yəni bilavasitə cənab Seyid Hüseyin. Bilmək istərdik ki, siz nə cür vuruşdan söhbət edirsiniz, yəni nə cür vuruşu nəzərdə tutursunuz? Seyid Hüseyin isə deyir ki, mən xalqı həqiqi azadlığa, birliyə qovuşduracaq mübarizədən danışıram. Zahir bəy də həqiqi azadlıq bir qədər mücərrət məhfumdur. Bəlkə, lütfən fikrinizi izah edəsiniz. Deməli, həqiqi azadlıqdan danışan Seyid Hüseyin nə olur? Həqiqi azadlığın nə olduğunu Seyid Hüseyindən soruşan Zahir bəy olur. Və Seyid Hüseyin deyir ki, cənab Zahir bəy, həqiqi azadlıq odur ki, insan yaltaq, rəzil, casus olmağa məcbur edilməsin. Hamı sizin buyurduğunuz kimi izzət nəfsinin sahibi olsun, deyir. Həqiqi azadlığı Seyid Hüseyin bunda görür.
Mamayı şeirində deyir, bizim öz vətənimizdə vətənsiz olduğumuzu ürək yanğısı ilə yazır. Fəqət nə eləmək lazım olduğunu göstərmir. Yəni, dərdi deyir, sanki dərmanını demir deyir. Və Zahir bəy burada coşur. Ağalar, ərəb, fars dilləri millət-i İslamın iftixarı olduğu üçün onların təsiri bizim kəlamımızı müəyyən edir. Millət-i İslamın fütuhatı bizi ərəb-fars münəvvərlərinə yaxınlaşdırır deyir. Və burada deməli, bunu kim dedi? Dedik, Zahir bəy dedi ki, ərəb-fars dil fütuhatı deyir, bizi bir-birimizə yaxınlaşdırır. Deməli ki, həm Rusiya, burada da əslində Zahir bəydir, özünü İzzət nəfsini sevən adam kimi təqdim edir və Seyid Hüseyin isə nə demək istədiyini açıqlayır ki, insanlar casus, alçaq olmağa məcbur edilməsinlər dedi. Hər kəs İzzət nəfsinin sahibi olsun dedi və eyni zamanda yəni o çarəni ilanın başına əzməkdə görür. İlanın başına əzərlər deyir. Bunu Seyid Hüseyin deyir. İranın başına əzməklə nə deməkdir? Həm Rusiya, həm də İranı nəzərdə tutur ki, namusu ayaqlar altına atılmış Azərbaycan qızlarının azad edilmədiyi halda onların gözəlliklərinin vəsfinin mənasız olduğunu bildirir. Deyir ki, qızlarımız orada azad deyirlər, işgəncə altındadılar. Biz onların gözəlliklərini vəsf edirik. Və buna Seyid Hüseyin qarşı idi. Və ərəb-fars sözləri ilə dolu məiyyətçiliyi pisləyirdi Seyid Hüseyin. Və bu tip şeirlərin dövrünün bitdiyini söylüyürdü. Deməli, burada da yenə deyir ki, millət-i İslamın fütuhatı bizi ərəb-fars münəvvərlərinə yaxınlaşdırır. Nəvvab da deyir ki, Zahir bəy, başlayın, mən deyəndə ki, siz öz millətinizi tanımırsınız, rəncidə olursunuz. İslam millət deyildir, dindir. Və burada da Nəvvab da onu təsdiq edir. Xurşid Banu ərəb-fars sözlərinin ədəbiyyatda çox işlənməsinin səbəbi kimi yad edilən işğalını göstərir. Zahir bəy isə bunu İslamla əlaqələndirir. Əslində əsərin əslində belədir ki, burada ərəb-fars sözlərlə də müzakirə gedir. Deməli, Xurşid Banu deyir ki, bizdə ona görə ərəb-fars sözləri çoxdur ki, yad edilmiş işğalçılar gibi. Məsələn, o dövrdə Nizami Füzuli niyə o qədər ərəb-fars sözlərini istifadə edib? Çünki məcbur idilər buna. Yadelli ağaların İranın işğalı altında olduqlarına görə onların istədiyi tərzdə yazırdılar. Buna görə Füzulidə tam anlamaq olmur bəzi sözlərin mənasını. İzaha ehtiyac var. Burada da Xurşid deyir ki, bu Yadellinin işğalını göstərir. Zahir bəy isə bunu İslamla əlaqələndirir. Ona görə deyir ki, orada görürsünüz, bax o hissəsini demədən Zahirin sözünü başa düşmək olmur. Və burada Zahir bəy nə deyir? Deyir ki, millət-i İslamın fütuhatı bizə ərəb-fars münəvvərlər, biz deyir, İslama görə deyir, ərəb-fars sözləri işlədirik. Nəvvab da deyir ki, burada mən deyəndə ki, siz öz millətinizi tanımırsınız, deyir, rəncidə olursunuz, deyir. İslam millət deyil, dindir, deyir. Bu zaman Tervahan deyir ki, Rus şairi Lermontov Azərbaycan dilinə valih olub, onu şərqin fransız dili adlandırır, deyir. Kurspanı da deyir ki, bəli, fransızların məşhur ədibi Aleksandr Düma da deyir, deməli, bizə qonaq gələndə deyir, Azərbaycan dilinin musiqisinə heyran olduğunu söylüyordu. Fəqət hamıdan qabaq biz özümüz öz dilimizin qədrini bilməliyik. Ağalar deyir, bunu Xurşidbanı Natəvan deyir. Deməli, hamıdan qabaq özümüz öz dilimizin qədrini bilməliyik sözünü. Kim dedi? Natəvan dedi, tezdə düşə bilər. Dil bizim milli varlığımızdır. Dilin milli varlığımız olmasını da Natəvan dedi. Ağalar deyir, nə qədər ki Azərbaycan xalqı yaşayır, Azərbaycan dilində yaşayacaq dedi. Mən Azərbaycan balalarının Homeri, Danteni, Shakespeare, Höteni, Pushkini öz normal gözəl ana dillərində oxuyacaqları günü görürəm. Biz deyir, onların dilində yox, öz dilimizdə oxumalıyıq deyir. Daha sonra 5-ci şəkil gəlir. Xurşidbanının malikanəsi. Hələ deyir, səhnə qaranlıq ikən Xurşidbanının şəninə alqışlar edilir. Sağ olsun Banu bəyim, şairəyə uzun ömür. Xurşid Banu, Mirzə Ruhullah, Nəvvab, Seyid Hüseyin, Mamayı, Tervahan bir neçə başqa əyanın müşayiəti ilə səhnəyə daxil olurlar. Nəvvab, Banu bəyim, gür meşələrin sərt qayaların arasında çəkdirib bu uca qalaya çıxartdığımız o bulaq gələcək nəsilləri sizdən unudulmaz yadigardır. Deməli, artıq bu 5-ci şəkildə, dostlar, biz deməli, Nəvvabın, deməli, Xurşid Banunun çəkdirdiyi bulağın açılış mərasimini gördük.
Deməli, 5-ci şəkildə Xurşudbanoğlu'nun çəkdirdiyi bulağın açılış mərasimini göstərir və burada da deyir, Nəvvab sözə başlayır, deyir ki, biz bu bulağın gələcək nəsillərə Xurşudbanoğlu'dan bir yadigar olduğunu görürük və Banu burada açılış münasibəti ilə Mirzə Ruhullaya tapşırır ki, sabah bütün şəhər əhli mənim qonağım olacaq, bu axşam isə bütün kasıblara şirniyyat, düyü və yağ paylansın deyir. İndi baxın, burada da Xurşudbano nə deyir? Deyir ki, Mirzə, tapşırın xəbər versinlər ki, bulağın açılışı münasibətilə sabah bütün şəhər əhalisi mənim qonağımdır. Bu axşam isə siyahı üzrə bütün kasıblara şirniyyat, düyü və yağ paylansın. Nəvvab, sağ olsun Banu bəy, sizi bir daha təbrik edirik deyir. Gedək ağalar, şairəyə dincəlmək lazımdır. Səhərdən ayaq üstədir. Hamı çıxır, şairənin üzü fikirli, tutqun bir ifadə alır. O zəngi səsləndirir, bəyim daxil olur. Xurşudbano soruşur, Knyaz hələ gəzməkdən qayıtmayıb. Banunun əslində mütəəssir edən, onu üzüntüyə salan ərinin yanında olmamasıdır. Yəni, açılış mərasimidir, gözəl bir iş görübdür, hər kəs onu təbrik edir, alqışlayır, amma həyat yoldaşı yoxdur yanında. Ona görə bəyini çalışdırır, Knyazı soruşur. Və burada deməli, o da deyir ki, Knyaz hələ getdiyi yerdən qayıtmayıbdır. Xurşudbano əslində öz-özünə fikirləşir ki, Knyaz yəqin darıxır. Çünki qalada heç bir əyan Knyazla münasibət qurmurdu. Və bu halda onun darıxmasını da normal hesab edirdi. Və Natəvan həmyerlilərinin onu xar elədiyini söyləyir. Və burada bu zaman bəyin deyir ki, deməli, cənab Knyazın özü də adamlara qayıdıb qarışmır axı. Xurşudbano deyir ki, Knyaz qəribədir, məndən ötəri elini vətəninə atıb gəlibdir deyir. Bəyim də tələsik gedir, Knyaz Xasay daxil olur. Bu zaman Xurşudbano deməli, belə deyir. Deyir ki, ay Xasay, nə üçün sən bugün bizim şənliyimizdə iştirak etməyib çıxıb getmirsən? Bircə görəydin ki, bulağın açılışında qala əhli necə sevinir? Elə bil ki, bayram idi. Knyaz Xasay gizli dalğınlıqla deyir ki, bir özünüz düşünün, Banu bəy, arvad o cür işlər görüb, cəmaat əl açıb onu alqışlayır. Ər isə kənarda dayanıb gözünü döyür. Və Xurşudbano burada əsl xətrinə dəyər onun sözü. Alınır, deyir ki, mən hər bir yaxşı işimdə səni öz yanımda hiss edirəm. Knyaz, elə bil ki, biz bir adamıq deyir. Və bu zaman deməli, çünki əslində Knyaz qaydanda Xurşudbano nə üçün qayıtmadığını soruşanda Xasayın cavabından belə məlum olur ki, Natəvanın gördüyü işləri gördükcə özü öz gözündən düşür. Çünki o ləzgi xalqına, Natəvanın öz xalqına elədiklərini edə bilmirdi. Yəni, özü Dağıstanlı idi axı, özü o etmədiyi üçün çox üzülürdü. Və burada deməli, Knyaz Xasay deyir ki, pərt halda gülümsüyür, deyir ki, biz bir-birimizi nə qədər sevsək də ərdir, arvad da arvad. Və bu yerdə Xurşudbanonun pərtliyini hiss edir. Deyir, mən sizi başa düşürəm, Banu bəy. Sizin xalqınızı da qiymətləndirirəm. Lakin onu da etiraf edib ki, elə bu məni öz gözümdən saldır deyir. Görürsünüz, mən deyir, özümə avara sərgərdan bir adam kimi görünürəm deyir. İnanın ki, bunun səbəbini soruşsanız, izah eləyə bilmərəm deyir. Ancaq elə bil ki, siz mənə məzəmmətlə baxıb soruşursunuz, heç öz xalqından xəbərin varmı? Yəni, Banunun öz xalqı üçün etdiklərini görür, öz-özünə vicdanı sızlayır bunun öz xalqı üçün etmədiklərinə görə. Və Xurşudbano da burada pərişan olur. Deyir ki, Xasay, mən deməyə söz tapmıram. Knyaz Xasay Xurşudbanonu burada Xurşudbanoya söyləyir ki, nə olursa olsun, mən sizin məhəbbətinizdən başqa heç nə haqqında düşünmək istəmirəm deyir. Və əgər mən indiyə qədər öz xalqımın taleyinə deyir, biganə yanaşmışamsa deyir, bu mənim öz günahımdır deyir. Xurşudbanonun qoluna girir, o bir otağa keçirlər və bəyin daxil olub fikirli olan ardınca baxır. Sonra 6-cı şəkil davam edir. Yəni, 6-cı şəkildə Xurşudbanonun malikanəsi təsvir olunur. Burada Knyaz Daşdəmirdən əsəbi şəkildə Xurşudbanonun Mil düzündən qayıdıb-qayıtmadığını soruşur. Və orada su çəkdirir çünki Natəvan. Demək ki, Natəvan həm Şuşada su arxı çəkdirib, həm də Mil düzünə su arxı çəkdirir. Və burada da əsəbi şəkildə deyir ki, yəni, Natəvan qayıdıb-qayıtmayıb. O zaman Daşdəmir gəlir, deyir ki, ağa, Dağıstandan qonaqlar gəlib. Knyaz Xasay dedi ki, deyib buyursun. Daşdəmir çıxır, sonra qoca Knyaz sən demə və Dağıstandan gəlibdir. Qoca Knyaz da, deməli, Knyaz Xasay dedi ki, cəld deyir, onun qabağına
Qoca Knyaz Xasayın əmisi idi. Və cəld deyir, özünü onun qabağına ataraq, hörmətlə, xoş gördük əmi, təşrif buyurduğunuzu bilsəydim, qabağınıza gələrdim, deyir. Qoca Knyaz kresloda əyləşir, deyir, yolda bizə dedilər ki, xan qızı Xuştipanı mil düzünə səyahətə çıxıbdır. Bu zaman Knyaz Xasay deyir, bəli, əmi, Xuştipanı Arazdan mil düzünə arx çəkdirmək istəyir. Qoca Knyaz təəccüb edir, oho, deyir, bu çox maraqlıdır, kirayedir. Sən niyə xanımını müşayiət etməmsən? Knyaz Xasay dedi ki, mən getmək istəmədim, əmi söylüyor. Daha sonra qoca Knyaz deyir ki, qorxmadın mı, deyir, bu xan qızının keyfinə toxuna Knyaz tutulur burada. Siz çox qəzəblisiniz, əmi deyir, əmisinə deyir. Və bu yerdə, bu sözlərin qarşılığında əslində necə olur? Hətta deyir ki, əmisi deyir ki, daha sonra öz qardaşı oğlunu burada qınayır. Çünki deyir, 10 il Petrogradda oxuyandan sonra deyir, Dağıstan xanımı sənə ümid bağlamışdı, deyir. Onun canişinin yanında olmağına sevinir. Bundan fəxr edirdilər, deyir. Amma deyir, sən gəlib deyir, gizlənib bir şiə arvadının ətrafında gizlənmisən, deyir. Artıq öz xalqın yanına düşmür, deyir. Sən deyir, canişinin yanında olanda deyir, Dağıstanlılar sevinirdilər. Sən indi gəlmirsən, deyir, bu halda deyir, özündən xəbəri yoxdur da. Və burada qoca Knyaz bunu normal qarşılamır əslində. Bu zaman Knyaz deyir ki, əmi, Xuştipanı Allahın buyurub Peyğəmbərin xəbər verdiyi qanunla mənim halal zövcəmdir. Bax, burada nə deyir qoca Knyaz? Deyir ki, mən 90 yaşlı qoca 4 gün at sürüb Dağıstandan bura gəlmişəm ki, xan qızı barədə səninlə söz güləşdirib. Özün bilirsən ki, deyir, mənim səndən sonra bizim neçə yüz il tarixi olan o müqəddəs yurdumuza bir başı papaqlı sən qalırsan, deyir. Məndən sonra sən qalırsan, deyir. Sən də böyük əcdadımızın çırağını söndürüb düşmənlərimizi sevindirmə, deyir. İgid babalarının ruhundan tam deyib və qayıt vətəndən. Bu zaman deyir ki, mən gedirəm namaza, özüm də səhərə qədər sənin qərarını gözləyirəm, səhər qaydasıyam Dağıstana. Və qalxıb ağır addımlarla çıxır. Knyaz Xasay burada əsəbi halda olur, var gəl edir, Xuştipanı şən əhval-ruhiyyə ilə daxil olur. Və Xuştipanı deyir ki, salam əzizim, mil tüzünü gəzdiyimi eşidib, şahsevər və afşar cəmatı tökülüb gəlmişdilər. Mənim Arazdan mil tüzünə arx çəkdirmək istədiyimi bilib, o qədər sevinirdilər ki, əllərindən güclə qurtarmışam. Axı deyir, yarı canım qalmışdı sənin yanında, deyir. Deyir, Dağıstandan qonaqlarımız gəlib. Knyaz Xasay, bəli, əmim gəlib. Xanım bəyim, əmim istəyir ki, mən həmşərik Dağıstana qayıdım. Xuştipanı bərk sarsılır burada. Və sən nə düşünürsən, Xasay, deyir. Xasay, əmimin yaşı 90'ı keçir. Ondan sonra ata-babamızın yurdunda tək mən qalıram. Əgər mən də oranı həmşərik tərk edib xaraba qoysam, düşmənlər sevinəcək. Dostlarsa mənə nankor, yaramaz bir oğul kimi lənət yağdıracaq. Bu zaman Xuştipanı sanki deməli bir dəqiqə, Xuştipanı deyir, sanki deyir, bütün cəsarətini toplayır, Knyaz, mən sənin öz həmvətənlərinin lənətlərinə məruz qalmağına dözmərəm sözünü söylüyor. Knyaz Xasay deyir ki, bilirəm ki, siz dünyanın ən alicənab qadınısınız. Gedək Dağıstana, deyir, Banu bəy, indiyə qədər Qarabağda yaşamışıq. Qoy bundan sonraki ömrümüzü Dağıstanda keçirək, deyir. Xuştipanı da nə deyir? Yox, Xasay, öl desən ölərəm. Amma bu faciəli vətənimə atıb, heç ara getmərəm, deyir mən. Mənim deyir, kəndliləri mənə ana kimi baxırlar, deyir. Və dərdlərini, sərlərini deyir, mənə söyləyirlər. Məndən kömək umurlar. Knyaz Xasay dedi ki, eyb yox da, yəni siz tez-tez gəlib onlara baş çəkərsiniz. Axı əslində demək istəyir ki, sən öz ailən var demək istəyir, övladların var demək. Bunlar artıq övladları falan var. Bunların 2 dənə bir qızı, bir oğlu var. Sizin deyir, öz həyatınız var, deyir, Banu bəyim. Xuştipanı heç bir cavab verməyərək qəti addımlarla Knyaz Xasaya yaxınlaşır, boynundakı medalyonu açıb, onun boynundan asır, yaxasını düymələyir və belə deyir. Bu medalyonun içində bizim övladlarımızın Mehdiqulu ilə Xanbikənin şəkilləri var. Apar özünlə, Allah səni həmvətənlərinlə xoşbəxt etsin, deyir. Knyaz Xasay burada həyəcanlı şəkildə, Banu bəyim, deyir. Xuştipanını qucaqlayır. Xuştipanı da isə indi isə getdir, Knyaz. Bizim birlikdə keçirdiyimiz günlərin xatirələri mənim üçün deyir, o qədər əzizdir ki,
Bundan sonra ömrümə 10 ömür də calansa, yenə də onlar məni yaşatmağa kifayət edər deyir. Ya sən indidən sonra olmasan belə, o qədər gözəl günlərdə yaşamışıq ki, deyir. İndi onlar deyir, onların xoşbəxtliyi mənə yenə də yetər deyir, bundan sonra 10 ildə yetər. Və Prens Hasan sürətlə otaqdan çıxır və Xoştufanın bütün gücünü toplayaraq mərdanəliklə ayaq üstə dayanıb onun ardınca baxır. Daha sonra 7-ci şəkil gəlir. Xoştufanın malikanəsi, Xoştufanı və bu yerə qədər nəyə diqqət etməmiz lazımdır? Deməli, burada Xoştufanın malikanəsi bu şəkil, 7-ci şəkil, Daşdəmirin Araz axar Nil ilə və ikinci dəfə artıq bunu oxuyur, mahnısını ifa etməsiyləsində başlayır. Və onlar bəyimlə Xoştufanın Xasay getdikdən sonraki vəziyyəti haqqında danışırlar. Daşdəmir və bəyim Xoştufanın köməkçiləri idilər. Xasay getdikdən sonra Xoştufanın vəziyyəti haqqında bunlar ikisi müzakirə edirlər bu yerdə. Bu zaman Şahmar və Möhrət, bunlar kətlilər idilər. Gəlirlər və Şahmar Daşdəmirin atamın çoxlu qızılı 3 mərtəbəli malikanəsi və yalanının üstünə açırlar. Daha sonra onlar Natəvanla görüşürlər və Haramıdan gəldiklərini bildirirlər. İndi diqqət edin. Deməli, burada Möhrət deyir ki, Arazın 2 ağaclığında olan uçsuz bucaqsız mil düzünün bərəkətli torpaqları zəbanı çəkib yanır. Şahsevər və Afşar Ağcabədi, indi o hissələri artıq sizə düşmür, burada nədirsə onu davam edək. Deməli, Xoştufanı xoş gördük sizi, Möhrət və Şahmarla görüşür. Möhrət deyir ki, Arazın 2 ağaclığında, yəni 2 kilometrliyində uçsuz bucaqsız mil düzünün bərəkətli torpaqları yanır. Şahsevər və Afşar Ağcabədi, Qarabulaq cəmaatı su dərdindən o torpaqları əkib becərə bilmir. Sən xeyir işlər anasısan, Banu bəy. Bəlkə Arazdan mil düzünə bir arx çəkdirəsən, bizim əlimizi çörəyə çatdırasan. Xoştufanı, mən o barədə fikirləşirəm. İnşallah tezliklə başlayarıq deyir. Möhrət və Şahmar gedirlər və Xoştufanın stulda əyləşib nəyisə yazır. Mirzə Ruhullah daxil olur. Mirzə Ruhullah deyir ki, Banu bəy, İran şahzadəsi sizinlə nəzakət görüşünə gəlir. Xoştufanı deyir ki, yaxşı Mirzə, qoy gəlsin. Mirzə Ruhullah çıxır. Şahzadə Mirzə Ruhullahın müşayiəti ilə daxil olur və şahzadə buyurur. İbrahim xanın nəvəsi, Mehdiqulu xanın qızı, Qarabağın gözəl şairəsi Xoştufanı bəyimə öz dərin hörmətimi bəyan etməklə bəxtiyaram deyir. Xoştufanı, təşəkkür edirəm Əla Həzrət. Ancaq biz qadınlar bir qədər şöhrətpərəst oluruq. Əla Həzrətin nəzərinə çatdırmaq istərdim ki, mən yalnız Qarabağın deyil, bütün Azərbaycanın həm şimali, həm cənubi Azərbaycanın şairəsiyəm. Özüm də bununla fəxr edirəm. Və burada demək ki, sual gələ bilər. Xoştufanı burada həm cənubi, həm şimali Azərbaycanın şairəsi olmasından fəxr edir və bunu kimə söylüyor? Şahzadəyə söylüyor. Şahzadə və buna şadam deyir, Banu bəy. Böyük İran səltənəti şeiri sənəti qiymətləndirməyi bacarır. Xüsusən də şeir kəlamı bu qədər nəfis xanımın qəlbindən zahir olar. Xoştufanı deyir ki, görünür Əla Həzrətin özü də şeiri çox sevir. Şahzadə, bəli Xoştufanı bəy. Firdovsinin, Hafizin, Sədinin kəlamı ilə dil açan şəxs şeiri sənəti sevməyə bilməz deyir. Xoştufanı, dünyada qəribə təzadlar olur. Əla Həzrət, şeir sənət nəcib hisslərin və nəcib fikirlərin tərcümanı olduğu halda bəzən qəddar hökmdarlar da onu sevir. Əslində bu sözü atır o şahzadəyə. Ki, şeir sənət incə ruhlu insanlara aid olan bir şeydir. Yəni sən kimi qəddar birisi belə onu sevir deyir. Həyat qəribədir. Və Şahzadə Xoştufanın sözünün üstündən keçir, üstünü vurmur. Deyir ki, İran şahları həmişə şeirin, sənətin hivayələri olublar. Firdovsilər, Sədilər, Hafizlər o böyük qayğı və məhəbbətdən ruh alıblar. Yəni, əslində İran şahları onlara qayğı göstərib ki, ondan ruh alıb deyir, yazıblar. O demək istəyir. Xoştufanı da deyir ki, məncə o ulduzlar qədim İran mədəniyyətindən işıq alıblar deyir. Mədəniyyəti isə xalq yaradır, yəni şahzadə işi deyil bu. Və şahzadə deyir ki, İran mədəniyyətini belə qiymətləndirməyinizə şadam deyir Banu bəy. Ancaq sizin lütfən xalq adlandırdığınız qara güruhun əksəriyyəti günahkarlardan və canilərdən ibarətdir ki, möhkəm hökmdar olmasa onların öhdəsinə gəlmək olmaz. Burada şahzadənin xalqı qara güruh adlandırılması Banu bəyinə toxunur. Və Banu bəyim deyir ki, əsəbləşir və bunu saxlaya bilmirdi ki, güman edirəm ki, Əla Həzrət deyir, xalq haqqında bu qədər sərt mülahizə olmasaydı, Cənubi Azərbaycanlılarla bəlkə də başqa cür rəftar edərdi deyir. Yəni ki,
Sən ona qara güruh deyirsən, əgər sən deyir belə qara güruh deməsəydin, onlarla başqa cür rəftar eləyərdin. Qara güruh dediyim üçün zülm eləyirsən, o demək istəyir. Və burada Şahzadə deyir ki, etiraf edirəm ki, biz Azərbaycanlıların zəkasını, cəsurluğunu lazımı qədər qiymətləndirməmişik. Axı İranın Şah İsmail kimi, Nadir Şah kimi hökümdarları Azərbaycanlı olublar. Mən hələ Qacarları demirəm. Muştbal nə deyir? Biz öz tariximizi yaxşı bilirik, Əla Həzrət deyir. Saata baxır və bununla da görüşün qurtardığını hiss etdirir. Yəni getdə deyir artıq, bezir ondan. Şahzadə də deyir ki, bizim bu görüşümüz cənabınıza qarşı məndə böyük hörmət və heyranlıq hissi doğurdu. Xudafiz xanım deyir. Və burada Xoşdibano artıq qəzəbini saxlaya bilmir, qışqırır. Cəllab, 200-lük qanı çən deyir ona ardınca. Və Mirzə Ruhullah deyir ki, xanım əsəbləşməyin. Bizim taleyimiz səbir mətanət istəyir. Mənzil uzaq, yol çətindir deyir. Və burada Xoşdibano deyir ki, ax Mirzə deyir, elə bil ki deyir, məni dəmir məngənə arasına qoyub sıxırlar. Bəzən mənə elə gəlir ki, biz heç bir zaman bu məngənədən xilas ola bilməyəcəyik. Mirzə Ruhullah, Azərbaycan oğullarının zəkası, cəsurluğu Azərbaycan deyir, öz oğullarının zəkası və cəsurluğu ilə yaşayır deyir. Tarix bir-iki nəslin ömründən ibarət deyildir Banu bəy. O böyük azadlığı biz görməsək də damarlarında bizim qanımız axan gələcək nəsillər görəcəklərdir. İndi bizim vətən torpağında üst-üstə qoyduğumuz hər kərpic düşmənə bir güllədir deyir və çıxır. Sonra qısa pauzadan sonra Daşdəmir gəlir. Daşdəmir gəlir Banu bəyimə deyir ki, Banu bəyim Seyid Hüseynin huzuruna gəlmək istəyir. Banu da onu dəvət edir, əyləşin deyir. Seyid Hüseyin əyləşmir. Banu bəyim deyir, sizin tapşırığınız mövcibince, yəni tapşırığınıza görə 5 nəfər Rusiyaya, 5 nəfər də Parisə təhsilə göndərmək üçün istedadlı gənclər intiqab etdik. Demək ki, artıq bu başqa ölkələrə gənclər də oxutmağa göndərir. Və Xoşdibano da deyir ki, özləri necə baxırlar bu işə? Seyid Hüseyin çox sevindilər Banu bəy. Xoşdibano, bəs valideynləri Seyid Hüseyin. Bəziləri əvvəl razı olmaq istəmirdilər, deyirdilər oxutmağa gücümüz çatmır. Fəqət mən onları başa saldım ki, cavanları onları yox, sizin xərcinizlə təhsil alacaqlar. Ondan sonra məmnuniyyətlə razılıq verdilər. Hidayət xan daxil oldu. Hidayət xan da Banunun deməli qohumuydu Xoşdibano Atamanın və Hidayət xan deyir ki, Seyid Hüseynə əhəmiyyət vermir burada, o saymır. Gəlir Salam Əmizadə, əmi qızı deyir, əslində əmisinin oğluydu o. Xoşdibanoya salam verir. Xoşdibano da deyir, xoş gəlmişsən Hidayət. Hidayət xan, bizim Araz Qırağı kəndlərimizdəki darğamız bugün xəbər göndərib ki, güya sən Arazdan Belyuzuna ağ çəkdirmək istəyirsən. Özü də bu ağ bizim torpaqlardan keçəsidir. Xoşdibano deyir ki, bəli, elədir. Hidayət xan, sən bilmirsənmi ki, bizim o yerlərdəki rəiyyətlərimizin hamısı köçəridir. Qışlaqda cəmi 2-3 ay olurlar. Qoyun quzularını bir ay burada otarırlar, bir ay orada. Demək onlara sən düşünən arx lazım deyildi. Yəni çəkdirmədin o arxı, bizim torpaqdan keçməsin. Xoşdibano deyir ki, su olarsa onlar da yavaş-yavaş köçərdikdən əl çəkib oturaq həyata keçənlərdə özlərinə ev eşik tikib uşaqlarını oxudarlar. Qaraçı günündə yaşamazlar deyir. Hidayət xan, xəbərdarlıq edirəm səni Banu bəyim. Və qoymayacağam o arx deyir, bizim torpaqlarımızdan keçsin deyir. Eşitdinmi? Qoymayacağam deyir. Və bu zaman deməli Seyid Hüseyin Xoşdibano əsəbləşir. Hidayət xan və Hidayət xan hisslarında çıxır. Seyid Hüseyin Xoşdibano sakitləşdirir ki, siz məyus olmayın Banu bəyim. Banu bəyim əsəbləşir. Məyus olmaq, yox, mən öz taleyimə qalib gəlmək istəyirəm deyir. Daha sonra 8-ci şəkildə Xoşdibanın malikanəsi, haradaysa xanəndə Xoşdibanın şeirini tanı müşayiəti ilə oxuyur. Birdən Xoşdibano əlləri ilə üzünü qapayıb kresloya oturur və Mirzə Ruhullah daxil olur. Mirzə Ruhullah asta səslə Banu bəy, Xoşdibano cavab vermir. Yenə onun çiyninə əlini qoyur, yaxınlaşır. Nə olub qızım deyir. Mirzə Ruhullah uşaqlıqdan o müəllim olub və onun həqiqətən çox qayğısına qalırdı, çox sevirdi onu. Və Xoşdibano əlini üzündən çəkib deyir ki, heç nə. Uşaqlıqda siz həmişə mənə deyərdiniz ki, insan xoşbəxtlik üçün yaranır. Mən isə xoşbəxt olmadım. Ancaq məni düşündürən bu deyil. Mirzə, uşaqlarımın taleyidir. Qorxuram Mirzə, qorxuram ki, onların taleyi də mənimki kimi olar. Mirzə Ruhullah, sənin öz taleyindən şikayət etməyə haqqın yoxdur deyil. Banu bəy, böyük yaradan həqiqi insan üçün lazım olan nəcibliklərin heç birini səndən əsirgəməyib deyir. Sən bizim igid qızımızsan, qalx ayağa.
İran şahzadəsinin vəziri Məlik Dövlət səni təklikdə görmək istəyir. İndi deməli, şahzadədən sonra vəziri gəlir, Məlik Dövlət. Kuşlar deyir ki, yaxşı Mirzə, qoy gəlsin. Mirzə Ruhullah çıxır, Məlik Dövlət daxil olub təzim edir. Buyurun əyləşin, Məlik Dövlət. Sandalyaya əyləşir, iltifatınıza qarşı mütəşəkkirəm deyir, yəni təşəkkür edirəm deyir bu iltifatınıza görə. Deyir, Banu bəyim həzrətləri, bu səhər sizin deyir, təzə saldırdığınız bağda Əlahəzrət vəliəhdlə seyrə çıxmışdır. Yəni Şahzadə ilə seyrə çıxmışdır. Oradakı dilruba güllər, çiçəklər mənə Təbrizdəki bağçamızı xatırlatdı. Xuşbanu, mənə nə qulluğunuz vardı, cənab Məlik Dövlət? Məlik Dövlət, Banu bəy həzrətləri, siz ağıllı bir qadın olduğunuz üçün mən heç bir müqəddimə şuru etmədən birbaşa mətləbə keçirəm. Məlik Dövlət deyir ki, İran taxtının vəliəhdi şahzadə sizinlə izdivac etmək istəyir. Və bu zaman Xuşbanu deyir ki, cənab Məlik Dövlət, siz necə ki bizim Azərbaycanlımız soruşuram, bəs belə bir izdivaca özünüz necə baxırsınız? Yəni, sən də bir Azərbaycanlısan. Məlik Dövlət deyir ki, Banu bəyim, əlbəttə ki, neçə min illik tarixə malik İran səltənəti ilə qohum olmaq hər bir Azərbaycanlı üçün xoşbəxtlik olar da. Bilirsiniz ki, məmləkətlə Azərbaycan iki böyük dövlətdən birinə iltica etməlidir. Belə bir dövlət isə əlbəttə ki, dinimizdən olan böyük İran səltənətidir. Bilirsiniz ki, görürsən nə deyir? Deyir ki, Azərbaycan məmləkəti iki böyük dövlətdən birinə ya şimali ya cənuba iltica etməlidir. Bu isə İrandır deyir. Yox, əstəğfurullah. Ya Rusiyaya ya İrana tabe olmalıdır. Onlar parçalayıb bunu. Bu da deyir İrandır. Ona görə deyir, sən onunla izdivacın elə Azərbaycanın İrana tabe olması deməkdir. Başa düşdün? Belə demək istəyir. Və Xuşbanu deyir ki, əgər İran şahları öz dini qardaşlarının qədrini bilirdilərsə, nə üçün qoşun çəkib Azərbaycan əhalisinin əlsiz, ayaqsızlarını qılıçdan keçirdilər? Nə üçün sizin vəli neymətiniz, vəliət Cənubi Azərbaycana divan tuturdu? Nə üçün İran şahları Cənubi Azərbaycanlıların dilini, milli hüququnu əlindən alıb onları öz içlərindən etmək istəyirdi? Yadınızdaydısa, Qacar da İran şahı Vaqifdən farsça yazmaq istəyirdi. Məlik Dövlət, Banu bəyim, sizi inandırım ki, İran hökümdarlarının bizi farslaşdırmaq siyasəti biz Azərbaycanlıların xoşbəxtliyidir. Bunu kim deyir? Məlik Dövlət deyir. Xoşbəxtliyidir, Məlik Dövlət şübhəsiz. O zaman biz də farslarla bir hüquqda olarıq. Dövlət işlərində onlarla bərabər iştirak edərik. Xoşbəxtliyi son dərəcə qəzəblənir. Tutmayın mənim adımı, rədd olun nökər, qab dibi yalayan nökər, deyir ona. Kimə deyir? Məlik Dövləyə deyir. Məlik Dövlət öz-özünə, bu nədir baba? Deyir, çıxır. Mirzə Ruhullah daxil olur. Sən ruhi müvazinətini itirmə, deyir Banu bəyim. Vaxt gələcək, xalq özü vətən xainlərinə divan tutacaq. İcazənlə sənə bəzi sözlər ərz etmək istəyirəm. Bütün iftiralara, dedikodulara son qoymaq üçün məsləhət budur ki, sən subay qalmayasın. Mirzə Ruhullah onun subay qalmamasını deməli təklifini verir. Və bu zaman Xurşidbanu, yaxşı Mirzə, mən o barədə fikirləşərəm deyir. Mirzə Ruhullah təzim edib çıxır. Xurşidbanu dərin psixoloji sarsıntı keçirir və birdən zəngi səsləndirir və bəyim daxil olur. Xurşidbanu deyir ki, bəyim, get Seyid Hüseyni yanıma çağır. Burada Seyid Hüseynə evlilik təklif edəcək. Bəyim çıxır. Qısa fasilədən sonra Seyid Hüseyin daxil olub təzim edir. Xurşidbanu, Seyid Hüseyin, mənə xəbər verdilər ki, siz hər gün bağçanın qalınlığında dayanıb mənə gizli tamaşa edirsiniz. Nə üçündür bu maraq? Niyə dinmirsiniz deyir, siz mənə baxırsınız deyə bağçada durur. Seyid Hüseyin dedi ki, əf buyurun Banu bəyim, onsuz da mən gecə gündüz cəhd edirəm ki, bu günahkar məhəbbəti ürəyimdən çıxarım. Seyid Hüseyin Banu bəyimi sevirmiş. Xurşidbanu deyir, nə üçün siz o məhəbbəti günahkar hesab edirsiniz? Seyid Hüseyin, mən özümü bu məhəbbətə layiq bilmirəm. Xurşidbanu, nə üçün? Siz belə gözəl, sağlam, savadlı bir oğlan. Seyid Hüseyin, mən kimsəsiz, yoxsul bir adamam. Xurşidbanu, məyər yoxsulların sevməyə ixtiyarı yoxdur? Cənab Seyid Hüseyin, mən İbrahim xanın nəvəsi, Mehdiqulu xanın qızı Xurşidbanu, Allahın buyurub Peyğəmbərin xəbər verdiyi qanunu isə sizin zövcəniz olmaq istəyirəm. Siz buna razısınızmı? Seyid Hüseyin, Banu bəyim, Xurşidbanu, bəsdirin. Məgər deyir, mən də öz vətənimdə kimsəsiz deyiləmmi? Məyər bizim səsimiz Qaf dağında tilsimə salınan əfsanəli Zümrüd quşunun səsi kimi bir yana gedib çıxırmı? Yox, Seyid Hüseyin, talih bizi əbəs yerə bir-birimizə rast gətirməyib.
Biz indi əlacısız da olsaq, çərxi dövranı geriyə döndərə bilməsək də mücahidik. Qoy böyük yaradan bizim izdivacımızı vətənimiz üçün uğurlu etsin deyir. Seyid Hüseyn amin deyir. Sonra ikinci pərdə və 9-cu və 10-cu şəkillərin qısa məzmunu gəlir. Yəni Xuştufanlıdan ayrılan Knyaz eşidir ki, o Seyid Hüseyindən evlənir. At çapır, 3 gün 3 gecə at çapır. Gəlir deməli Xuştufanlının yanına. Və deyir, izdivac məsələsində eşidir. Və deyir, atını deyir, daş altında qoyub gəlir ki, söz olmasın. Pəncərədən girir içəri və Xuştufanlıya izdivacını təzələməyi söyləyir. Gəl deyir, yəni izdivacımızı təzələyək. Lakin Natəvan artıq mən başqasına söz vermişəm deyir. Gedən Sadət bir də geri gəlməz deyir. Bunu Knyaz Xasaya deyir. Bildirir ki, gələn söz-söhbətin qarşısını almaq üçün kasıb və sadə biri ilə izdivaca girir. Belə olduğu halda xalqına cəsarətlə və sərbəstliklə xidmət edəcəm, deyir xalqıma. Xasay Natəvandan ayrılandan sonra başına gələnləri, etdiyi işləri sayıb. Deyir ki, Xuştufanov, mən də dil məktəblər deyir, tikdirdim, Rusiyaya oxumaq üçün gənclər göndərdim, ədavətli tayfalar arasında düşmənçiliyə son qoydum. Lakin məni də gözü götürməyənlər var. Onlar çara xəbər vermişlər ki, Xasay millətçilik edir. Şeyx Şamil yolu ilə gedir. Elə buna görə də Xasay indi təqib edilir. O, azad gəzən bir məhbusdur. Bunu söyləyir o Xuştufanlıya. Və Xuştufanlı bu qınaqlara görə geri çəkilməyin doğru olmadığını bildirir. Deyir ki, sən geri çəkilmə, yenə də məqsədində davam et, yoxsa gələcək nəsillər sənə lənət edərlər deyir. Xasay isə gələcək nəsil üçün özünü fəda etməyin boş bir aldanış olduğunu bildirir və ona Parisə, İtaliyaya getməyi təklif edir. Və lakin Xuştufanlı buna razı olmur və onun qabağını kəsən yalnız bir səbəb var, o da o vətəni idi. Sonra Knyaz övladlarını soruşur, Natəvan onları görüşdürmək istəyirsə də Xasay razı olmur. Deyir ki, mən bu qalada dünyanın ən nəcib qəhrəman qadınını buraxaraq getdim deyir və gedir. Və burada artıq deməli, burada da deyir ki, Xuştufanlı ayrılan Knyaz deyir, gəlir, görüşür, nikahlarını təzələməyi deyir, həmşərik ayrılırlar və Xuştufanlı iftiradan yaxa qurtarmaq üçün Hidayət xanın təhdidlərinə baxmayaraq Seyid Hüseyni ərə getməyə qərar alır. Əslində dostlar, iftira nə idi? Bu hissəsi sizdə kəsilir. Deməli, Mirzə Ruhullah ona evlənməyi təklif eləyəndə sən demə onun haqqında iftiralar gəzirmiş. Gəzirmiş ki, deməli, belə bir iftira gəzirmiş ki, güya Xuştufanlı Natəvan deməli ağ çəkdirdiyi zaman mühəndis Əbdürrahman Talıbzadə ilə güya meşədə eyni vaxtda bir gecədə deyir, bir çadırda qalıb. Cəmaət arasında belə bir şayə gəzir. Və deyir, burada da deyir ki, Seyid Hüseyin burada da deyir ki, Natəvan layihənin hazır olmasıyla maraqlanmaq istəyəndə Seyid Hüseyin bildirir ki, mühəndis Əbdürrahman Talıbzadə layihənin artıq hazır olduğunu bildirir. Demək ki, bu onun haqqında iftira həqiqətən də o gecə Natəvan meşədə qalmışdı. Amma təbii ki, onların dediyi formada olmayıb hadisə. Buna görə də bu iftiraları qapatmaqdan ötürü, yəni Natəvan ona görə biraz da Seyid Hüseyindən evlənmək istəyirdi ki, bu iftiralar aradan qalxsın. Belə, burada da yenə deyir ki, Xuştufanlı da iftiradan yaxa qurtarmaq üçün Hidayət xanın təkliflərinə baxmayaraq Seyid Hüseyni ərə getməyə qərar alır. Hidayət xan da bunun əmisi olmaydı ki, Hidayət xan istəmirdi ki, deməli, Seyid Hüseyindən evlənsin Xuştufanlı Natəvan. Buna görə də etiraz edir və buna baxmayaraq Natəvan deyir ki, yox deyir, Hidayət xana qulaq asmır və Seyid Hüseynlə evlənməyə qərarı alır və onlar evlənir. Aha. Deməli, 11-ci şəkildəyik. Deməli, burada artıq Şahzadənin malikanəsidir. Şahzadə və Məlikü Dövlət. Şahzadənin qabağında alçaq stolun üstündə şərab küzəsi və məzələr görülür. Və Şahzadə deyir ki, siz bu xan qızın Xuştufanlının əməlinə baxın. Yəni, burada axı o ona evlilik təklif etmişdi. O da əsəbləşir ki, məni seçməyibdi, İrandan qaçan birini seçib. Böyük İran səltənətinin vəliəhdi rədd eləyib.
Cənubi Azərbaycandan qaçmış bir qədəyə ərə gedir və xeyrini, şərini başa düşən deyil. Sənin bu Azərbaycan millətin. Bunu Məlik Dövləyə deyir. Məlik Dövlə deyir ki, siz məni rəncid edirsiniz, qurban. Məyər məndə Azərbaycanlılıqdan bir əlamət qalıb? Və Şahzadə. Lakin bir həqiqət var ki, İran taxtına mənim yolum Cənubi Azərbaycandandır. Cənubi Azərbaycanlılar İran ştatının siyasətindən bərk incikdirlər. Biz bundan bu qədri qüvvə istifadə etməliyik deyir. Düşündüm ki, İbrahim xanın nəvəsi Xurşidbanu ilə evlənmək mənə Azərbaycanlılarla qohum edər. Onlar da bu ali qohumluğa binaən mənim vədlərimə inanıb taxta sahib olmağıma kömək edərlər. Görürsən, vədlərimə inanıb taxta sahib olmağıma, yəni İran taxtına sahib olmağıma kömək edərlər. Özləri də vuruşmağı bacaran cəsur millətdir. Məlik Dövlədir ki, onlar rusları üstün tuturlar, qurban. Şahzadə, bəs dini İslam, məyər onlar bunu düşünmürlər? Məlik Dövlət, xeyr qurban, düşünmürlər. Xurşidbanu cavanları dəstə-dəstə Rusiyaya təhsil almağa göndərir. Görürsünüz nə deyir? Və Şahzadə əsəbi halda, nəs gətirmə baba, siyasət, əzm və hərəkət tələb edir. Günün sabah mən Xurşidbanuya mənim adımdan qiymətli bir hədiyyə apararsan deyir mənim adımdan. Bu elə güman etməsin ki, mənimlə izdivaca razı olmadığı üçün ona incimişəm. Bəlkə Dövlət. Və görmədinizmi deyir, o məni necə bir hörmətliklə qovdu, axı ona rədd olun falan deyil. Və Şahzadə eybi nadər, yəni ki, eybi yoxdur da, siyasət bunu tələb edir, deyir. Bu üzrə tüpürürlər, o bir üzrə çevir. Daha Sonra deyir Təbrizə, Əhrə, Cənubi Azərbaycanın başqa şəhərlərinə gizli adamlar göndərib, onlara vəd edilməlidir ki, əgər mənə kömək etsələr, taxt tacı sahib olan kimi onlara məşrutə azadlıq verərəm, deyir. Və bu zaman Məlik Dövlə, onlar buna inanar, deyir. Şahzadə Əsəbala, nəs gətirmə, inandırmaq lazımdır. Məlik Dövlə, baş üstə deyir qurban. Şahzadə, məyər şeytanın belə ağlına gəlməyən hilələrlə məlum qardaşımı İran taxtına çıxaran sən olmadın mı? Bunu Məlik Dövləyə deyir. Məlik Dövlə yana-yana. Amma bunun müqabilində o taxta əyləşən kimi mənim boynumu vurdurmaq istədi, deyir. Şahzadə, bilirsən ki, anamız məni gizlincə xəbərdar etməsəydi, o xain qardaş mənim də gözlərimi çıxartdıracaqdı. Şübhələnirmiş ki, mənim taxtaşda gözüm var. Eybi yoxdur, deyir. Mən İran taxtına çıxan kimi sənin vəzir eləyəcəm, deyir özümə. Bəli, vəzir edəcəm, deyir. Bu zaman Məlik Dövlə, inşallah deyir. Şahzadə, indi isə get rəqqasəni bura göndər, deyir. Qapçıya da tapşır, bizi heç kim narahat eləməsin. Hərəm başına da desin ki, mən bu gecə istirahət etmək istəyirəm. Məlik Dövlə yaxşı deyir və Şahzadə buyur deyir. Məlik Dövlə çıxır təxminə və kör kamançaçı gəlirlər. Kör kamançaçı çalır, təxminə rəqs edir. Muradalı gizlənib baxır. Əslində, bura qədər olan hadisəni qısa danışım mən sizə. Demək ki, əslində necə olur? Bu kör kamançaçıdır, kör kamançaçı da, təxminə də bu şahzadədən intiqam almaq istəyirdilər əsli etibarilə. Yəni, belə ki, əsli hadisəni mən sizə danışım. Necə olur? Deməli, burada deyir ki, Şahzadə deyir, belə ki, Məlik Dövlə rəqqasənin gəldiyini xəbər verdikdən sonra Şahzadə rəqqasəni yanına çağırdır. Əslində, Muradalı ilə rəqqasə sözləşirlər. Muradalı ilə rəqqasə deməli, əvvəl deyir, bu İran şahzadəsi gələndə kənarda Muradalı rəqqasə ilə kür kamançaçı görünür. Muradalı rəqqasəni danışdırır. Bundan xoşu gəlir falan. Bunlar gizli görüşürlər. Rəqqasə orada Muradalı deyir ki, gəmənlə evlənək. Rəqqasəyə deyir ki, sən bəs şahzadənin yanına niyə gedirsən? Rəqqasə deyir ki, onu əyləndirmək üçün. Əslində rəqqasənin niyyəti onu öldürmək idi. Burada Muradalı ilə sözləşirlər. Çünki Muradalı da onu sevmirdi həmin şahzadəni. Və burada da deyir ki, əslində o yerləri kəsilib, burada da bu hissələri verilibdir ki, deməli, şahzadə deyir ki, deməli, Muradalı deyir ki, Muradalı gizlənir, kör kamançaçı ilə şahzadə gəlir. Kör kamançaçı deyir ki, Əla Həzrət, mən Savalan dağlarında gözlərini çıxartdırıb, cavan gəlinə əlindən aldığın eyvazam.
Bu da o Eyvaz imiş. Yəni arvadını əlindən alıb, gözlərini çıxartdırıb. Neçə vaxtdır ki, deyir, sənin ardınca diyar və diyar gəzib intiqamını öz əllərimlə bax beləcə almağa fürsət axtarırdım. Mən necə olur? Təxminə kör kamançacıya de ki, gedək, əlahəzrət istirahət etmək istəyir. Kör kamançacı, əlahəzrət, icazə verin bu qərib ölkədə vəli neymətimiz vəliəhdin əlindən öpmək şərəfinə nail olun. Kamançacı onun əlindən öpmək istəyir. O da əlini uzadır. Bu zaman təxminən kör kamançacının əlindən tutub şahzadənin yanına gətirir. Kör kamançacı fövqəladə bir cəldliklə şahzadəni yıxalayıb boğazından yapışır. Deyir ki, mən Savalan dağlarında gözlərini çıxartdırıb cavan gəlinini əlindən aldığım Eyvazam. Neçə vaxtdır ki, bu fürsəti gözləyirdim. Kör geyinməsinin altından çıxartdığı balaca xəncərlə şahzadəni vurur. Muradalı isə səssizcə çıxaraq getmələri üçün işarə edir. Kor, Kəhminə və Muradalı gedirlər. Məliküddövlə gəlir. Və Məliküddövlə öz-özünə deyir ki, musiqi birdən susur deyir. Sarayda da ayaq səsləri hər bir eşidilir. Birdən yerə yıxılan şahzadəni görüb, əyilib baxır. Bu deyir ki, nə oldu buna? Deyir. Dəhşət içində bir neçə saniyə susur. Elə bir qeybdən bir səs deyir, mənə deyir ki, bu ölən sənin son ümidindir, Məliküddövlə. İmanını yandırdın, vətənini satdın, xalqına xəyanət etdin, hilələr, fəsadlar qurdun, şahların təhqirinə dözdün, axırıncı ümidini bu zalım əxlaq düşkününə bağladın deyir. O da belə oldu. Bu da şahzadə haqqında deyir Məliküddövlə. Yox deyir, mən deyir, hiss edirəm ki, eşitmək istəmir, Allah deyir, mən səsimi eşitmək istəmir. Hara üz çevirim deyir, indi Məliküddövlə. Bu zaman kimə iltica edəcəksən deyir. Öz-özünə başlayır bu şəkildə danışmağa. Sonra bu dünyada sənə yeri yoxdur deyir. Bütün var dövlətin də bu məlunun ucbatından İranda qaldı deyir. Heç nə götürməyə macal tapmadın deyir. Deyirlər əqrəb düşdüyü torda öz-özünü sancıb öldürür və özünü öldürmək üçün əlini belindəki balaca xəncərə aparır. Lakin cəsarəti çatmır. Burada deməli Məliküddövlə nə edir? Şahzadənin öldüyünü görüb bu şəkildə düşünür ki, artıq heç bir şeyim qalmadı da, yəni kimə iltica edəcəm? Özünü öldürmək istəyir. Amma özünü öldürə bilmir, bacarmır, cəsarəti çatmır. Və dərin bir ümidsizlik içində gözlərini yumur, səhnə qaranlıqlaşır burada. Daha sonra gəlir 12-ci şəkil, bu qala rəisinin kabinəsi, qala rəisi Zahir bəy Fəda, Mixaylov, bir də Fərəc bəy. Bir kənarda oturmuş Mixaylov ara sıra nə isə yazır. Deməli, bu artıq 12-ci şəkildə, deməli, necə baş verir? Vaqe olur qala rəisinin otağında. Dedik, qala rəisi baş verən bu cinayəti provokasiya kimi qiymətləndirir. Yəni, fikirləşir ki, qurulan bir tələd bu şəhzadənin öldürülməsi cinayətini. Və o Zahir bəydən bu cinayət haqqında fikirlərini soruşur. Zahir bəy isə hayana çevrilsə də bu cinayətin bir ucu Xuşbanın malikanəsinə dayandığını deyir. Burada nankorluq edir Zahir bəy Xuşbanıya. Və orada təşkil olunan məclis üst yığıncağını imperatora düşmən kəsilən ocaq kimi təqdim edir Zahir bəy. Deyir ki, orada şeirdən çox azadlıqdan danışılır deyir. Və onu da Seyid Hüseynlə əlaqələndirir. Və Seyid Hüseyni Zahir bəy günahkar kimi göstərəcək qala rəisinə. Və Zahir bəy bu cinayətdən sonra Natəvanın Beytəri Muradalının yoxa çıxdığını deyir. Onun məhz Seyid Hüseynin xalası olduğunu bildirir. Və Muradalını da Seyid Hüseyni də işə salmaq istəyir. Və qala rəisi isə cinayət gecəsi Muradalının sarayın ətrafında göründüyünü deyir. Buna görə də Seyid Hüseyni Cənubi Azərbaycandan bura şahzadəni öldürmək üçün göndərilən terrorçu adlandırır qala rəisi. Fikirləşir ki, Seyid Hüseyn deməli şahzadəni öldürmək üçün İrandan gələn bir terrorçudur. Fərəc bəy də hər söhbətə daha elədir ki, var deyə qoşulur. Mixaylov da ona qəzəblənir. Və Zahir bəy Xurşidbanının deyir, Seyid Hüseyn ilə evlənməsini əcaib əhvalat kimi qiymətləndirir burada. Burada baxın, deyir ki, Zahir bəy, Cənab rəis, İbrahim xanın nəvəsi Mehdiqulu xanın qızı Xurşidbanı bir Cənubi Azərbaycanlı qədəsinə ərə gedibdir. Çox qəribə deyilmi? Bunu Zahir bəy deyir. Bu əcaib əhvalat bütün zadəganları qəzəbləndirib deyir. Həmin Seyid Hüseynin də taxt-tac əleyhinə necə qəzəbli nitqlər irad etdiyini sizə demişəm. Mən öz millətimin halına yanıram deyir cənab rəis. Onlar bizə əlahəzrət imperatorun nəzərindən sala bilərlər deyir. Fərəc bəy yenə da deyir, qala rəisi qalxır ayağa. Yaxşı cənab Zahir bəy. Biz şəhzadənin öldürülməsi ilə əlaqədar qalaya gələn canişin həzrətlərini qarşılamağa getməliyik. Məni canişin də buna görə gəlir qalaya.
və Əlahəzrət hökuməti sizin xidmətinizi yenə də əvəzsiz qoymaz deyir. Zahir bəy, mən Əlahəzrət imperatorun sadiq quluyam deyir. Bu zaman deməli, qala rəis, deməli, Zahir bəy Əlahəzrət imperatora yataqlanmaq üçün bunları eləyir birazdan. Və deyir, qala rəisi, deyir ki, rica edirəm, bu bir qatdan çıxasınız. Sonra Zahir bəy kinayəli təbəssümlə başa düşürəm deyir, çıxır. Və qala rəisi deyir ki, bu qramofon şairin söylədiklərini yazdığımda Seryoja qramofon adlandırırlar bu Zahir bəyi. Mixailov deyir ki, yazdım. Ancaq bu hərif qramofon olmaqdan savayı həm də satqının biridir. Həmvətənlərini bu əclaf bir adam kimi, həmvətənləri deyir, bunu bir əclaf adam kimi tanıyırlar. Və qala rəisi deyir ki, bizə nə dəxli var? Zahir bəy istedadsız şairdir, ya əclafdır. Adı şairdir, elə deyilmi? Cənab Fərəc bəy deyir. Qurtardı. Fərəc bəy deyir ki, daha da elədir ki, var. Sonra Mixailov yenə də, İvan Petroviç, mən Zahir bəy kimi şərəfsiz və bir vəzifəbazın məclis üz haqqında, Xurşidbanu və onun əri Seyid Hüseyin haqqında dediklərinə inanmıram. Bu Mixailov deyir. Qala rəis deyir ki, inanmaq lazımdır. Yoxsa Azərbaycanlıları sən Zahir bəydən, Fərəc bəydən yaxşı tanıyırsan. Kim səni vəkil eləyib ki, bu qaçaq quldur tuzemləri müdafiə eləyəsən deyir. Mixailov deyir ki, onlar tuzemdə eləyib, İvan Petroviç. İvan Petroviç deyir, qala rəis. Qala rəis də deyir ki, bura bax, Seryoja, sənin mənim arvadımın yaxın qohumu olsan da deyir. Sən deyir, mənim arvadımın yaxın qohumusan. Mixailova deyir. Olsan da deyir, bil ki, aha, dayım bir dekabrist kimi tutulub sürgün edilib, qışqırır. Sən Əlahəzrət İmperator hökumətinin zabitisən deyir. Mixailov deyir ki, bu demək deyil ki, mən gözlərimi yumub hər şeyi kör-körana qəbul edəm. Ədalət lazımdır. Deməli, kör-körana qəbul etmək istəməyən, ədalət lazım olduğunu deyən Mixailov idi. Və qala rəisi də deyir ki, bizim üçün ən böyük ədalət Əlahəzrət İmperatorun şərəfini qorumaqdır. Aydındırmı? Bu da, yəni qala rəisi də imperatorun tərəfini tutur və Mixailov dərindən nəfəs alır və aydındır. Sonra 13-cü şəkil gəlir, Xurşidbanın malikanəsi. Burada Natəv var, Mirzə Ruhullah, Seyid Hüseyin hadisədən sonra Muradalının yoxa çıxma məlumatı haqqında düşünürlər və Nəvvabdır, Tervaxandır gəlirlər. Və bu yerdən Nəvvab xəbər verir ki, Fərəcov bu cinayətdən sonra məclisi ünsür şairlərini bir-bir çağırıb sorğu-suala çəkir. Mamayı da gəlib özünü çatdırır. Vətənimdə vətənim yox misrasını yazdığı üçün deyilir ki, sən bununla imperatoru hədəf alırsan. Və Tervaxanı isə xristiyan olduğu halda niyə müsəlman məclisində olduğu barədə sorğu-sual ediblərmiş. Və bu yerdə Fərəc bəy 2 polis zabiti ilə gəlir. Və imperator hökuməti haqqında Seyid Hüseyni həbs etməyə gəldiyini söyləyir burada. Xan qızına hörmətinə görə çirovnik göndərmədim deyir, məhz özüm gəldim. Bunu kimdir? Fərəc bəy. Və Natəvan da bu sizin deyir, buna ixtiyarınız yoxdur. Yəni, ixtiyarları olmadığını deyir. Lakin Fərəc bəy bu barədə sərəncam olduğunu onun nəzərinə deyir, çatdırır. Sonra Natəvan deyir, o qədər qəzəblənir ki, bu yerdə Fərəc bəyə şillə vurur. Bunun qarşılığında Fərəc bəy, siz dəli olmuşsunuz, nədir? 3 dəfə arda şillə vurur. Dəli olmuşsunuz, nədir deyir. Və bu yerdə Banu isə burada artıq karetasını hazırlatdırır, canişinin yanına getməyə hazırlaşır. 2-ci dəfə. Bir başda gedir öz torpaqları üçün, bir də indi gedir bu hadisə üçün. Sonra 14-cü şəkil gəlir. Qala rəisinin otağı, Tiflisdən gələn canişin və Xurşidbanu buradadır. Canişin deyir ki, əlbəttə Fərəc bəy, sizin sarayınıza gəlməklə, Fərəc bəy deyir, sizin sarayınıza gəlməklə bir çox qəbahət bir iş tutdu. Amma zarafat yada deyir ki, amma siz də onun payını yaxşı vermişsiniz. Axı 3 dəfə şillə vurubdu. Lakin Banu bəy, bəla orasıdır ki, həmin həbs olunan adamlar haqqında bütün məlumatı sizin öz millətinizdən, hətta öz zadəgan sinfinizdən olan adamlar verib. Xurşidbanu ki, knyaz, bilirsiniz ki, namuslu adam heç vaxt bu dərəcədə alçaqlıq eləməz. Bu Zahir bəy demək istəyirlər. Canişin dedi ki, doğrudur, mən sizə inanmaya bilmərəm. Lakin o məlumatların yalan olduğuna da Əlahəzrət İmperatoru inandırmaq çətindir. Axı bizdən məxfi şöbə də var. Vəliəhdin öldürülməsinin siyasi nəticəsi biz gözləyən kimi də oldu. İran şahı bizi ittiham edir, deyir. Və bu zaman Xurşidbanu deyir ki, Əlahəzrət hökumətinin bu işdə əli olmadığını sübut üçün günahsız adamları badi həvaya vermək deyir. Onlar mı? Knyaz deyir. Canişin də deyir ki, bir qədər aralanır.
Hər şeydə deyir, hər şey diqqətlə öyrəniləcəkdir. Həbs edilən şəxslər, hətta siz özünüz də Əlahəzrət hökumətə qarşı düşmənçiliklə təqsirləndirilirsiniz. Kuşbar deyir ki, vətən, millət xainləri sizə dürüst məlumat verməyiblər, knyaz. Kuşbar, biz istəyirik ki, Cənubi Azərbaycanlılar qəddar İran şahlarının zülmündən azad olsunlar. Biz öz qan qardaşlarımızla birləşmək istəyirik. Biz onu da bilirik ki, tək-tək caniləri qətlə yetirməklə bu böyük amala yetə bilmərik. Böyük döyüşə isə gücümüz çatmır deyir. Bizə kömək lazımdır deyir. Kuşbar da canişlə deyir. Bizə kömək edən də yoxdur deyir. O zaman caniş... Astagfirullah. Bu zaman Canişin də deyir ki, mən sizi başa düşürəm deyir Sami bəyim. Çox təəssüf ki, beynəlxalq vəziyyətin indiki halında İmperator Həzrətləri sizə heç bir kömək eləyə bilməz deyir. Arzular müxtəlif olduğu qədər ziddiyyətlidir deyir həm də. Deyirlər ki, yazıçılar, ziyalılar hər cürə mütləqiyyət əleyhinədirlər deyir. Axı Cümhuriyyət, məsələn, qədim Romaya hansı xoşbəxtlik bəxş etdi? Dostları Sezarı öldürdülər ki, o özünü imperator elan etmək istəyir. Amma Sezardan sonra bir-biri ilə tutuşaraq xalqı qırğına verdilər deyir. Sonra deyir, fransızlar 16-cı Lüdovikin başını gilyotinaya qoydular ki, respublika istəyirik. Amma deyir, həmin respublikaçılar deyir, özləri xalqa divan tutdular deyir artıq. Və Xoşban da deyir ki, şəxsiyyət, vicdan azadlığı olmayan yerdə hansı həyatdan danışmaq olar? Əgər xalq öz müqəddəratının sahibi deyilsə, onun düyxası, cəsurluğu eləyə bilər deyir. Və Canişin deyir ki, siz zərif bir şairəsiniz, Banu bəy, həyatın sərt üzünü görməmisiniz. Xalq sizə əlvan buludlar üzərində uçuşan mələklər kimi görünür deyir. Yəni, siz xalqın tərəfindəsiniz, amma xalq özü də mələk kimi görünməsin deyir sənə. Və Xoşban deyir ki, knyaz, mən xan qızım. Əminəm ki, əgər şeytanlar mənsəb düşkünləri olmasaydı, zəhmətkeş xalqın doğrudan da mələk olduğuna siz də inanardınız deyir. Satqınların rəzil ikiyüzlərin qurduqları deyir, fitnə fəsadları, istedadlı, namuslu, mərd insanlara güc gəlməsi deyir, məni yandırır deyir knyaz. Bu zaman Canişin dərindən nəfəs alır deyir, etiraf edirəm ki, sizin sözlərinizdə həqiqət var deyir. Lakin insanlar bu həqiqətin tədərəsini nə vaxt ödəyəcək, nə vaxt görəcəkdir? O barədə bir söz deməkdə deyir, acizəm. Mən çalışaram deyir, heç olmasa sizin rəfiqiniz Seyid Hüseyni azad etdirib, imperator sizin xətrinizi istəyir deyir. Xoşbanı da deyir ki, knyaz, mən yalnız ərimin təvəqqəsi üçün gəlməmişəm. Mən istəyirəm ki, şahzadənin öldürülməsi Azərbaycanın üstündən qara kölgə salmasın. Yəni, bunu Azərbaycan üstə yıxmasınlar. Canişin də deyir ki, mənim hər şeyim ədalətlə olunmasına, mən deyir, hər şeyin ədalətlə həll olunmasına çalışacağımı sizə söz verirəm deyir. Sonra 15-ci şəkil gəlir, sonuncu şəkil. Xuştbanın malikanəsi, işıq yananda Xuştbanın, Mirzə Ruhullah, Nəvvab, Terbaxan yan qapıdan çıxaraq həyəcanlı halda Zahir bəylə deyir, qarşılaşırlar. Zahir bəy gəlir. Salam ağalar, Gəncəyə getmişdim. Bu saat gəlib faytondan düşürəm deyir. Bizim adamlardan neçəsini, hətta Seyid Hüseyni də həbs ediblər. Bu nə işdir canım? Bunun ikizliyinə baxın. Özü eləyib bunu. Bir də gəlib bunlara belə deyir. O yazıqların deyir, nə günahı var? Xuştbanın əsəbi, yazıq deməyin. Yazıq deyə bu millətə aciz qələmə vermişsiniz. Yazıq onları satan namussuz həmvətənləridir. Möhlətlə Şahmar, Xuşulovlu gəlirlər, kətlilər. Şahmar deyir ki, Hidayət xan başımıza oyun açdı. Banu bəy, Hidayət xanın əmsi oğlu idi. Xuştban nə olub? Möhlət, xanın darğası neçə atlı ilə gəlib mil yüzünə çəkdiyimiz arxın dəhnəsini dağıtdırdı. Fəhlələri döyə-döyə qovdurdu. O cavan injineri az qalmışdı öldürələr. Birtəhər cəmaat əllərindən aldı. Şahman, sənin bir əmizadən olduğu üçün əl qolumuz bağlandı, deyir Banu bəy. Yenə tüfəngi götürüb qalxardım, deyir at belinə. Xuştban, yoxdur mənim əmizadam. Hidayət xan mənə də üstündə durduğumuz bu torpağa da yaddır. Düşməndir. Mən xan qızı Xuştbanı inanmıram ki, deyir, öz sinifimin vətən namusuna eşidirsinizmi? İnanmıram, deyir. Mən deyir, öz sinifimin. Mənim o qoxumuydu axı. Bu, mənim sinifimin vətən namusu olduğuna deyir, inanmıram, deyir. Bu dəqiqədən etibarən mən onlara yadam, deyir. Mixaylov gəlir. Mixaylov daxil olub Xuştbanıya təzim edir. Üzr istəyirəm, deyir Banu bəy. Mən öz vəzifəmdən istifa verib, deyir. Bir saatdan sonra gedirəm. Ancaq mən burada yaşadığım müddətdə sizin xalqınızdan elə səmimi hörmət və məhəbbət gördüm ki, içinizdən bir xaini sizə tanıtdırmaq istəyirəm. Gəlir Zahir bəy onu deyir. Səslər deyir ki, kimdir o xain falan. Mixaylov deyir ki, o xain budur. Qarşınızda dayanıb, Zahir bəyi göstərir. Zahir bəy bağırır, cənab Zahibi zabit və bu yerdə Mixaylov deyir ki, buyur cənab.
Əgər məni duelə çağırmaq istəsəniz, deyir, səfərimi bugün təxirə sala bilərəm. Nəvab da deyir ki, cənab zabit, o sizi duelə çağıra bilməz. Əgər onda kişilik olsaydı, vətəndaşlarına o cür alçaq böhtanlar yağdırmazdı. Mirzə Ruhullah, mən bu şair bəyin satqın olduğunu çoxdan duymuşdum. Şahmar qışqırır. Bəsdir. Siz bəylərin əlindən çəkəcəklərimiz. Şahmar xəncərini sivirir. Zahir bəyi vurmaq istəyir. Zahir bəy başlayır adamların arxasında gizlənməyə. Bu zaman Kuştupan deyir ki, qoymayın oğlanı. Möhnət Şahmarı tutub saxlayır. Yəni qoymurdu, qoymayın da deyir onu vurmağa. Şahmar qışqırır, bir qeyrətlər. Möhnət deyir, qoy o köpək oğlunu deyir, isti-isti öldürüm. Kuştupanı, onu deyir, öldürəcəksən, başqa bir zahir peyda olacaq deyir. Düz deyir də. Zahir bəy deyir ki, siz millət-i İslamı badi fənaya verirsiniz. Eşidirsinizmi? Badi fənaya verirsiniz deyir. Kuştupan deyir ki, bu satqın ağalar hər millətdə dini bir-birindən hələ deyir. Satqın ağalar millətlə dini bir-birindən ayıra bilmirlər. Başlıqda Nəvvab Zahir bəyə demişdi ki, siz dinlə milləti ayıra bilmirsiniz hələ. Deyəndə ki, deyir, siz millət anlayışını bilmirsiniz deyir. Bilin ki, İslam dindir, millət deyil. İndi də Xuştupanova deyir ki, bu satqın ağalar hələ millətlə dini bir-birindən ayıra bilmirlər. Hidayət xan daxil olur, onu görən kimi Xuştupanovadan başqa hamı səhrədən çıxır. Hidayət xan salam deyirəm, zada, dinmirsən. Amma mənim ürəyim dözmədi, yerdə gəldim. Xuştupanova, nə olub? Yoxsa mənim çəkdirdiyim arxı uçurdub dağıtdığına görə ürəyim nazilib? Hidayət xan, yox əmi qızım, ürəyimi kövrəldən sənin taleyindir. Xuştupanova deyir ki, doğrudan mı deyir? Hidayət xan, istehza lazım deyil. Banu bəy, onsuz da çərxi dövran bizim əleyhimizə işləyir. Xanlıq getdi, mülklərimizin çoxu əlimizdən çıxdı. İgid Pənah xanın yurdunda biz 2 nəfər qalmışıq. Sən də ki, belə eləyirsən. Deyirlər, indi də bütün ata mülkündən, kətlərindən əl çəkirsən. Nə üçün belə eləyirsən, Banu bəy? Çarın özü bizi tanıyır. Nə üçün bizi onun gözündən salırsan? Nə üçün xan babalarımızın şərəfini gədə güdənin ayaqları altına atırsan? Banu bəy, əmi qızı, indiyə qədər nə olub? Daha bəsdir boş xəyallara uyub özünüzü də cümlə əyam içində bədnam elədin deyir. Axı nə işin var sənin siyasətlə? Niyə xalq deyib var yoxdan çıxırsan? Xuştupanov, mən öz elədiklərimdən peşman deyiləm. Əgər mən dünyaya 2-ci dəfə gəlsəydim, yenə də bu yolu tutardım. Hidayət xan, bu sənin qəti sözündür. Xuştupanov qəti deyir. Hidayət xan, qoy bir Allah bilsin ki, deyir, mən sənin düşdüyün burulğandan, mən deyir səni düşdüyün burulğandan çəkib çıxarmaq istəyirdim. Amma sən razı olmadın. Xuştupanov nə deyir? Əgər sən insanları burulğandan çıxarmaq haqqında düşünsəydin, Arazın o tayında burulğanda doğulan Azərbaycanlılar bir dəfə də olsa sənin yadına düşər. Daşdəmir gəlir, sizə məktub var Banu bəyim, məktubu verir, çıxır. Hidayət xan, heyf səndən Banu bəyim deyir. Xuştupanov məktubu həyəcanla açıb baxır. Mavi projektorun işığı onun baxdığı səmtə nə isə yazan Knyaz Xasayın üzərinə düşür və o yazdıqca səsini eşidirik. Beləliklə, hər şey məhv olub getdi. Knyaz ona məktub yazır. Banu bəyim, indi məni bu uzaq yerə sürgün ediblər. Sən demə, Knyaz sürgün olunur. Bu tilsimin sonu görünmür. Mən daha sürünmək istəmirəm, Banu bəyim. Zənn edirəm ki, buna sən də razı olmazdın. Əlvida, Banu bəyim. Heç olmasa sən möhkəm dayan. Məktubu zərfə qoyaraq qalxıb tapancanı götürür, özünə intihar edib öldürür Knyaz Xasay və bu zaman Xuştupanov qışqırır. Knyaz deyir, Mirzə Ruhullah həyəcanla daxil olur. Mirzə Ruhullah, Knyaz burada yoxdur, Banu bəyim, Xuştupanov özünə gələrək. O nə günlü idi? Sanki əslində o yanında deyil, amma o günlərin işini hiss eləyir orada Banu. Deməli, Mirzə Ruhullah Hidayət xan tapanca ilə saxsaxana güllə atırdı. Sən deməli, Hidayət xan tapanca ilə saxsaxana güllə atır. Bu sanki o Knyaz Xasay özünü vurduğu güllə kimi hiss eləyir özünü. Amma əslində həqiqətən də vurur Knyaz Xasay. Xuştupanov bir vurdu, bir vurdu. Xuştupanov niyə vurdu? Axı deyirlər, o xeyir xəbər gətirən quşdur. Mirzə Ruhullah, onlar bu dünyaya xeyir xəbərləri vurmaq üçün gəliblər, Banu bəyim. Xuştupanov, Mirzə, zəhmət olmasa Daşdəmirlə bəyim bura göndər. Mirzə Ruhullah çıxır. Çox dərdli bir pauza olur. Musiqi, Daşdəmirlə bəyim gəlir, Xuştupanov. 3 ildən artıqdır ki, siz mənim sarayımda xidmət edirsiniz. O da mənə məlumdur ki, bir-birinizi istəyirsiniz. İndi vaxtdır, özünüzə ailə qurun deyil. Mən bugündən sizi azad edirəm. Xuştupanov artıq öz köməkçilərini azad edir, onları evləndirir. Stolun yeşiklər 2 pul kisəsi çıxarıb hərəsinə birini verir. Oy, Banu bəyim deyir, mən önünəcən xidmət etmək istəyirəm, deyir bəyim.
Puştbanu, daha mənə xidmətçi lazım deyil, bəyim. Gedin ləyaqətlə yaşayın. Gedin kəndlilərə deyin ki, onlar daha mənə vergi verməyəcək. Daha xan qızı Xoştbalı kəndi torpağı yoxdur. Deyin ki, mən Xoştbalı Natifəm bu əzablı yolları onlarla birlikdə gedəcəm. Onu da deyin ki, bu uçurumlu yolların sonunda bizi öz milli birliyini, azadlığını tapmış azad Azərbaycan. Bundan da pərdə salınır, artıq əsərimiz yekunlaşır. Belə, hələlik gələn dərslərimizdə görüşürük.